Selamlar, saygılar bütün yoldaşlara. Herkes ki bu programı sonradan da izleyecektir ve herkes ki otaqda var. Güney Azerbaycan'dan Baxış programının 103. bölümündeyik. Bu gün də hər zamanki kimi Güney Azərbaycan milli mənfəətləri baxış açısından Güney Azərbaycanda olan və Güney Azərbaycanı ilgiləndirən bölgədə və dünyada konulara və gündəm məsələlərində yəni vaxt qoyacağıq, incələməyə çalışacağıq. Aynı zamanda düşüncəsəl məsələlərdə mütləq danışırıq. Yalnız xəbər təhlili proqramı deyil. Söyləşimizə davam edelim. Sayın İnsaf Əlibəy Hidayəti mən çağırım otağa. Otağımız daha zəngindir. Bir gün otağımızda Sayın Haşim Bəy Bilgin də vardır. Selamun aleyküm ve aleyküm selam. Ama çıxdılar. Bu gün otağımız daha zəngindir. İnsaf Əlibəy Hidayət var. Bizim yani körnəklər və kravatda təsadüfən aynı olmuş. Yaxınlaşım. Sizin kameranız tardı. O kamera göre temizlen. Tamam. Kameranın üstünü biraz temizleseniz bir şeyle o temizlenir. O oldu. Ben görüm ki ne oldu, bizim Haşim Bəy istəyirdi qatılsın. Heç otaqda yoxdurlar. Hər halda oldu. Hər halda çox xoş gördük sizi İnsaf Əlibəy. Selam aleyküm. Çok sağ olun. Sizi de hoş gördük. Umarım keyfiniz sazdı. Yaxşısınız? Hətmən. Biz yaxşıyıq, sağ olun. Biz 103. bölümündəyik Güney Azərbaycandan Baxış proqramının. Sizə də təşəkkür edirik ki, bir sürədir bizimlə eş sunuculuq edirsiniz. Əziz yoldaşlarımı otaqda görürəm. Salamlar, saygılar hər kəsə. Mən indidən deyirəm, bəzən ortada da sözümüzü kəsirik deyirik. Yoldaşlar ki orada çox salamda, saygıda bulunurlar. Değişik Güney Azərbaycanın şəhərlərindən, Azərbaycan Cumhuriyyətinin Türkiyədən və dünyanın hər yerindəki qatılırlar. Onlara indidən salamlarımızı, saygılarımızı və sevgilərimizi sunuruq. Bu gün də Güney Azərbaycanı ilgiləndirən konuları danışacağıq. Güney Azərbaycan milli mənfəətlərinin açısından. Sayın İnsaf Əlibəy Hidayət ki, bizdən daha orqanizdir hər zaman. Birinci konuyu başlayacaqdır. Mən də otağa yetişim. Mən siz danışanda görüm ki, kim var, kim gəlir, kim gedir. Buyurun İnsaf Əlibəy. Selamun aleyküm əziz və hörmətli dostlar ki, otaqda varsınız, ya sonra gələcəksiniz, ya uzun zamanlar sonra biz olmayaq bunu görəcəksiniz. Salam ərz edirik, iradətimizi göstəririk. Çox sevinirik ki, sizlərlə danışırıq, düşüncələrimizi ortaya qoyuruq, nəqd eləyin, hallaşdıq eləyin, ortadan fikir çıxsın. Biz fikir üstündə çalışırıq, umarım ki, xeyirli olsun. Bu günləri bir hörmətli və saygın dostumuzla qarşılayacaq, ihtimalən bizə gözlürük qoşulsun. Gözəl bir bəhs gedəcəkdir. Mən də sizlərə qulaq asacağım. 2 dənə böyüyümüz danışacaqlar. Biz də faydalanacağıq. Amma o qonağımız təşrif gətirincə biz gündəki bəhslərimizdən ikisini danışaq. Oğuz bəy sonunda Türkiye bir Uygur'da o Türkistan'da ciddi bir iş gördü. Doğu Türkistan'da ciddi bir iş gördü. Ben düzün aktarsaz bugün ağladım biraz. Yani çok duygulandım. Normalde duygulanaram. Bu bilmirəm, indi bir adətdir tapılıb məndə. Duygulanaram. Hər bir şey məni çox rahatca ağladır. Amma bu səfər bir ayrı cür idi. Yani Hakan Fidan MİT'in başkanıydı önce. Dostlar bilirler bunu. Yani Türkiye devletinin ve milletinin istihbaratının ittilaat sisteminin başkanıydı iller boyu.
və sonra indi Xarici İşlər Nazirinə oturdu. İndi orada çalışır və bir-iki gün getdi Çinə. Cəlib idi. O günlər idi ki, hamı Türkiyəni müttəhəm elirdi. Türkləri orada vururlar, əzirlər, kəsirlər, Türkiyədə dinmir, danışmır filan. Və bizlər ki, uzaqdan baxırıq, nəzərə gəlir ki, dövlətlər bir iş görmürlər da. Biz axı bəs başımıza haranın daşını salaq, əgər bir dövlətimiz var, bir iş görmür. Gördük ki, dövlətlər çox vaxt ələni işləməzlər. Çox vaxt artıq aşkar gəlib deməzlər ki, biz nə istəyirik, ya nə hərəkət edirik, ya nə indi hangi işlərə əl qoyuruq. Dövlətlər normalda çox vaxtlar müstəqim əsla işləməzlər. Xüsusən xarici ilgilər əlaqədə, xarici məmləkətlərlə, güclü məmləkətlərlə, məsələn, deyək, Fransa ilə qarşı, İngilistanla qarşı, Amerika ilə qarşı, Rusiya ilə qarşı, bunlarla qarşı çox böyük güclülər, Çin, Hindistan, müstəqim bunlarda işləməzlər. Dövlətlər gələrlər, indi praksi deyirlər, yəni bir iddə içəridə adamları olar, onlara deyərlər ki, bu işi görün məsələn siz. Ya onlara yol görsədərlər, onlar bu işi görərlər, bunun əvəzində. Bizim türk dedələrimiz, türk qurucu dedələrimiz tarix boyu bu siyasəti çox ilginc bilirmişlər. Mənim özümün tarixə baxış teorim bunun üstündədir. Yəni, hətta köç ki, deyirlər ha, bu köçü də mən bunun üstündə görürəm. Bizim tarixdə dedələrimiz əgər istəyiblər bir yerə hücum eləyələr, o yerdə əgər bizim yerlimiz olmasa hücum eləməyiblər. Yəni, zəfər də qazana bilməzdilər. O yerə gediblər ki, orada hətmən öncədən türklər illər boyu qalıblar, yaşayıblar, o toplumda yer qazanıblar, güc sahibi olublar. Ondan sonra onları eləyə bilərlər ki, işləsinlər. İndi bu bizim dedələrimizin, mən bunun üstündə düşünürəm, tarixi çox buna, bu teorinin üstündə gedirəm. O mühacirət, köç dalğaların çox qəbul eləmirəm əslində. İnanmıram, yəni, köç dalğalarına inancım o qədər yoxdur. Dövlətlər bu işi görürlər. Yəni, məsələn, deyək ki, mən indi son dövlətlərdən danışsam, Səfəvi dövləti gəlir bir iddə insanları göndərir bəzi bölgələrə, deyir ki, orada həm bölgəni idarə elə, həm də ki, orada, məsələn, Cekinə Əraqda, ərəblərin içində. Ərəblər bir zaman gəlirdilər bizlərin içində. Orada Fulan deyə gəlirdilər, yaşdırdılar, kök salırdılar. Türklər bu tərəfdən göndərdilər o tərəfə. Gedin siz orada Əraqda, Suriyədə, orada, burada yaşayın. Bir zamanda lazım olanda orada dövlət qurmağa bizə köməklik edin. İndi hər halda Türklər, istəyirəm bunu deyəm ki, yəni müstəqim dixalət eləməzlər dövlətlər. Bu təcrübəsizlikdir əslində, mənim nəzərimə. Dövlətlərin, indi məsələn Amerika ya Avropa dövlətləri bəzən həmlə edirlər ki, 100 ildən sonra oradan çıxmağa məcbur olurlar. Məsələn, çox uzunu çəkən Hindistandır. Görürsün, işğal olması, işğal olubdur, amma biraz sonra çıxmağa məcbur olur. Rabitələr var, amma deməli çıxır. İndi, hər halda buradan keçək, Türkiyə dövləti də, indi Güney Azərbaycan olsun, Əraq türkləri olsun, Əraqda olan türkləri olsun, türkəmənlər yoxsa Suriyədə, yoxsa Çində. Məncə bunları göz ardı eləməyibdir. Deməyib ki, mən bunları görməyim. Bunları elə tarixən gözlür, amma imkanlarına da baxır. Özünün imkanı, özünün gücü, dünyada olan nüfuzu var ya yox. O dövlətin qarşısında bir iş görə bilər, əlində bir güc vardır ki, deyə mən bu işi görürəm ya görmürəm. Bunları biz görürük ki, Türk dövlət gərək sala çıxaq, xüsusən Türk dövləti də gərək sala çıxaq. Görürük ki, Qibresə eləyə bilir keçsin, amma məsələn Uyğuristan ya Doğu Türkistana gedə bilmir. Ya Güney Azərbaycanda o qədər görmürük. Ya Əraqda o qədər əvvəldə görmürdük. Ya Suriyədə ha belə. İndi mənə belə gəlir ki, Türkiyə dövləti gücləndikcə eləyə bilir bu işə girə. Gücünə görə, yəni ağac götürə bilir, dəyənək götürə bilir, silah götürə bilir. Gücsüz bir adam Çin kimi bir
devinlə mübarizə etmək imkanı yoxdur. Amma son zamanda hər halda Hakan Fidan cənabları təşrif apardılar Çinə. Çin məsulları ilə görüşdülər, amma Çindən görüşdən çox mediada Uyğuristandan görüşdüyü yaygındır. Yəni mənə çox cəlib idi. Bir-iki video gəlibdi. Mən gördüyüm bu gün 2 video görmüşəm. Birində bir qoca yaşlı xanım əfəndini görür. Gedir ona yaxın, əyilir onun əlini öpür. O qoca yaşlı xanımın əlini öpür. Onunla danışmağa çalışır. Burada biraz o xanım da onun əlini öpür. Burası var. O xanım da onun əlini öpür. Deyir ki, mən səni televizyondan tanıram. Yəni televizyonda görübdü bunu. Amma o xanım türkcə danışanda mənə belə gəlir ki, Çincədən tərcümə edirlər. Yəni çox mənə gəldi ki, assimilə olublar. Yəni o yaşlı xanım ki, 80 yaşı var. Mənə belə gəldi ki, assimilə olub, beyni yıxanıbdır. Məsələn, türkcə, bəlkə də İstanbulca ya Türkiyə türkcəsinə qulağı şeydəyir, adət eləməyibdir. Ona görə. Hər halda bir mütərcim ortada var idi. Yəni, çox gözəl danışıqlar gedirdi. Mən özüm Uyğurlar danışanda baş tapıram. Yəni, xəbərlərinə qulaq asıram. Hərdən bir dostumuz vardı. Allah səlamət eləsin, Amerikada olur. Qabaqcan Təbrizdə tanış olmuşduq. O Uyğur ləhcəsini çox yaxşı başarır, yazmasını, oxumasını və danışmasını. Göndərər hərdən mənə. Mən də ona baxaram, ləzzət aparıram, qulaq asarım hərdən. Çox şükür. Ondan sonra da Oğuz bəy getdi, uşaqlarla görüşdü. Bazara getmişdi əslində. Bazar dükanı dolanırdı. Və mən fikir edirəm ki, bu iki millətin içinə getdi, göründü, millətinlə danışdı və o kravatı çox səs olubdu. Kravatı Uyğurun bayrağının rəngin, o ulduzu var üstündə, ay ulduzu var, elə biləcək səhv eləmirsən. Onu yox, amma bayrağın özün simgəliyib orada. Çox da səs saldı o. Həm orada səs salıb, həm də bizlərə sevinci olubdu. Amma o bazardakı dolanıb uşaqlarla o səmimi görüşlər var. Uşaqlar ondan danışırlar. Adlara qulaq asırdım. Eyni bizim Təbrizin adları. Eyni İstanbuldakı adlar. Nə gözəl, nə səfalı. Mənə birinci dəfə bu tür ciddi görürdüm. Çox ləzzət apardım. Çox sevindim Hakan Fidanın bu işi. Mənə bir umut verdi. Bəlkə Uyğurlara bir umut vermiş olar. Sizin duyguları və sizin görüşünüzü bu barədə eşitdik. Çox sağ olun, təşəkkür. Bugün otağımız daha zəngindir və bu zənginliyi Sayın Haşim bəy Bilginə borcluyuq. Sayın Haşim bəy mənə görə ikinci ya üçüncü dəfədir ki, proqramımıza qatılır. İkinci ya üçüncü. Çox xoş gəlibsiniz, əziz qardaş. Mən çox sevindim. Sizinlə də mən Haşim bəyi görmürəm. Siz görmür müsünüz? Yox, mən görürəm. Mən görürəm Müsafəli bəydə. Sizin Səfəli bəy. Salam əzəyəm Müsafəli bəydə. Sayın Oğuz bəy sizə də, hər ikizə də çox sağ olun, var olun. Biraz ucadan danışacaksınız. Fərqli düşüncələrimiz olur. Biraz ucadan danışacaksınız. Ucadan. Ucadan. Ondan sonra və siz də buyurun eşidənlərimizlə. Mən hər kəsə dostlarım. Buyurun. 103-cü proqramdayıq. Güney Azərbaycandan baxış. Çox xoş gəlibsiniz. Buyurun siz nə qonunu, yəni sizinlə danışacağıq. Sonra biz bu Çin məsələsini Səfəli bəy, siz 10 dəqiqə, 15 dəqiqə söhbət elədiniz. Biz də görüşümüzü Güney Azərbaycandan baxışda Çindəki Uyğuristan yox, Doğu Türkistan barəsində, orada Türk və müsəlman olan millətlərin barəsində danışacağıq. Buyurun, əziz Haşim bəy Bilgin, siz yəni qatıla bilərsiniz buradakı qonulara da, amma rahat olun. Siz hər nə danışmaq istəyirsiniz. Yox, çox sağ olun, var olun. Mən istifadə edirəm. Çox da səvinlə. Yox, hər nədən öncə, hər dəfədən öncə əziz dostlar ki, sizin bu otağınıza qatıldı olan hamısına salamlarımı arz edirəm. İnşallah yaxşı və uğurlu zad olsun hamımıza ki, dəyərli olsun, eləyə bilək, istifadə eləyək, həqiqətən. Davamlı öyrəşməyə qapılarımız hər zaman açıqdır. Və ha belə Oğuz bəy sizə və ha belə
Sen İnsaf Ali Bey'e de salamlarımı ve saygılarımı biləndirəm. Hər ikizə də çox sağ olun. Fəqət bunu deyim ki, mənim səhvəmə nəinki ciyirlər, düzün sözü ciyiblər, orada mənim bir şey listlərimin hamısını bağlamışlar. Həqiqətən bağlıqlar. Elə olub, məsələn, blokaya qoyublar, dostlarımın hamısını qoymuşlar. Mən heç xəbərim yox idi, həqiqətən. Bacım zəh vurmuş biləmə deyir, sən niyə məni blokaya qoyubsan? Bacımın Ama bizim oğlu programa Almandan. katılmıştınız önceden ha? Bəli. Siz konak olmuştunuz bu programa. Sizin sizin Hı. için olmayacağım. Sizin əlbəttə. İki şey var idim da. İki şey sizin olmuş. içiyor. İkiyəm dördüncü bilmem neçəmzi bu tür bir zatlardaydı. Yadımda değil dəqiq ama O yoldaşlar için var. yukarı gelmeye istek gönderirler. Biz kimsəni tanımadığımız kimsəni üstə gətirmirik. Ona göre bizi üzürlü sayın. Eğer sualınız, sorunuz, danışıklar barəsində eleştiriniz varsa orada yazın ve herkes görsün. Buyurun devam edin Haşim Bey. Ben böyle danışacağım. Yok rahat olun. Ben hiç meselesi yok. Çok sağ olun. Bizim canlımız çok formal değil. Yok Böyle daha olsun. Çok kudumani ve normal yoldaş. iş meselesi yoktur. Ne siz o yani otak sizin, siz ne isteseniz onu Ama oturup indi dolandırmak, otak sizindir. dolandıracaksınız. O düşüncelerde İndi otak həqiqətən sizindir. tabii normaldir. Ben bunlar hiç işgal mesele değil. Ancak ben Buyurun, otak sizindir Haşim Bey. Bəli. Otak sizindir. Sizden Yok, dinlemek estağfurullah. istedik. Farkı yoktur. Yok, Otak Güney Azerbaycan Ciddi otağı. deyirəm. Ben de diyeyim Ciddi Güney deyirəm. Azerbaycan Siz buyurun. otağıdır. Ha, Hakikaten ha. Ama indi yani şey sizindir. Mikrofon Çok sağ ol, sizindir. teşekkür Sizden dinlemek. ederim. Şimdi eğer bu mesele ki has bir mesele Uyğur tüylər ya zatlarla söhbət aparanda gedəndə əlbəttə bizim baxışımız budur ki Türk millətləri var ortada. İstəyək istəməyək. İran atılanan ölkənin içində məsələn Qəşqari milləti var, Türk milləti var. Xorasan türkləri vardı. Bir millət olaraq ortada adlayırsan rəsmən də hamısı. Və ya Azərbaycan milləti. İndi burada bölgəmizdə həqiqətən budur ki, ağır bir baskı altında, yəni bizim xalqlarımız çox ağır bir baskı altından çıxa bilməmişik, altındayıq. Savaşırıq, dayanmışıq. Təhbiz yox. Baxsaq elə Çinə baxanda orada o kifrdən, yəni faşistlərin diktatorluq, sosializm, komünizm diktatorluğu olan baş üstünlərdir. Baxanda. Və indi baxın 100 ilə yaxındır da, o da olayda habelə. Ya məsələn, burandan baxırıq görürük, məsələn, Azərbaycanımız elə o zaman ki 1918-də bu baskının, bu tezar imparatorluğun əlindən çıxır. Nədir çıxır? Bunun da illəti müşəxəs aydındır hamımıza ki Osmanlı İmparatorluğunun əsgərləri, İslam əsgərləri adında oraya Bakıya girilər. Və bu fürsət olur ki, Azərbaycanımızın Gürcüstanda o dövlətin şurasını, dövlətin yaradır və bu fürsətdən istifadə edib çəkir Azərbaycanın içinə və bu çox önəmli bir tarixdir bizlər üçün. Çox mühüm bir məsələdir. Sağ olun. Yaşa. Siz bizim kimlik konusunda ikinci danışığımızı eşittiniz mi? Bəli. Biz sizinle bundan önce danıştık. Siz bana dediniz ki ona eleştiriniz var. Birinci bölümü dinlemiştik. Çok teşekkür ki değer vermiştiniz. Zaman koymuşsunuz. Hakikaten yok indiki zamanda herkes ki 5 dakika 10 dakika bir azizine herkese zaman koyur. İnsaf Ali Bey ile sizi de yani. O demek ki değer verir. Çünkü mənə göre her şeyden önemli, değerli bu dünyada, bu yaşamda zamandır. O zaman onun şeyidir, value'sudur herhalde. Ve siz de koymuştunuz. Birincisini dinlemiştiniz ve eleştiriniz var idi. Ve ben sizden istedim. Xahiş elədim. Estağfurullah. Nasıl? İstedim ki o eleştirinin ikinci bölümü de dinleyesiniz. Ve göresiniz ki birinci bölümde nece başlamış. Onu da yoldaşlar düzeltmişler. Elleri ağırmasın. Oradan indirmişler Clubhouse'dan necür bilmirəm. Çox çətinlik çəkmişlər.
iki bölümde ve sizler teşekkür. Sizden indi onu yani için sizin zamanınızı kullanmak isterim. Buyurun. Aslında budur ki Oğuz Bey, belə deyim ki, sizin bu kimlik məsələsinə yanaşması olubdur və ikinci bölümündə, iki bölümündə də qəşəng kamilcə də eləmişəm. Düzün sözü nəğvəmdə baxın, yazmışam, zadı yoxdur. Zafer Bey, siz dinlemiş misiniz o iki bölümü? Ben bir bölümü Aha, dinlemiştim. oldu. Və Buyurun, orada buyurun aşkım. dəqiq izah edirəm. Mən əslində məsələ nəğdə deyil, lap açıq deyim. Biz, Neden? Çünkü burada tabii. iki tane düşünce var. İki düşünce. Ben indi burada eğer Haşim adını istəyəm danışım sizinle, şəxsi sizinle ya İnsafər ben şəxsi özümlə Haşim adına danışanda ya məsələn deyirəm ha. Onda təşkilat məsələsi var. Burada mən bir Liberal Demokrat Partiyasının sözçüsüyəm. Hər yanda, hər zaman. Ta o zaman ondan sanki bizim mübarizəmiz gizli gedib. Elə bu tür qalacaqdı bizimki. Öz yerinə yetişdiği zaman bu məsuliyyətdə məndən çox güclü insanlar var. Çox güclü insanlar var ki, mən onların yanında həqiqətən özümü o gücdə bilməm. Bəli, amma ondan qıraq. Amma sizin məsələyə baxanda mən açıq deyim, burada iki fərqli düşüncə var. İki fərqli düşünce var. Biri budur ki, həmin kimlik məsələsindən bunu baxanda biz əslində burada 3 dənə baxış var bu kimlik məsələsinə dünya səviyyəsində də. Yəni bu bizə deyir ki, nə mən ixtira eləyəm, kəşf eləyəm, nə siz kəşf eləmiş olasınız. Bu bizə ki, dünyanın fəlsəfi tarixi bu cür gəlibdir. Bir olardı ki, əslində buna inanırlar ki, insan o zamandan ki malikiyyətə əl atıbdır, malik olubdur. O zamandan bu vəhşicəliği başlayıbdır. Bunlar da iki bölünür. Burada bir şeysi toplum insan toplum içində təriflədir. Biri də insan olaraq malikiyyət xüsusunu əlinə gətirəndən sonra belə düşünür ki, o insan belə düşünür ki, o torpaq bunun deyil. Halbuki 100 il sonra öləcəkdir və bu torpaq onun deyil əslində. Amma bu düşüncədir. Bir düşüncədə, əsas düşüncə, yəni onun üçün mən ona inanıram. O da budur ki, insan bir mövcuddur ki, bir mühitdə ki, yaşır. Buna 3 dənə zatında, yox təkinsə, bütün canlıların hamısında 3 dənə təbiətdən gəlmə bizə bir güc var. Təbiətdən, yəni biz bu xüsusiyyatlarımızda təbiətdən almışıq. İntihasib buna bir iddə insanlar, məsələn deyirəm, liberalizmin bu yanğızalarından canlılar buna inanır ki, Allah bunu verib bizə. Bir iddə insanlar var, Allah'a inanmırlar. Deyir, yox, bu təbiətin nəzmidir. Biz bunu təbiətdən almışıq bu zatlarını. Nədir? Yaşamaq haqqıdır. Hər canlı yaşamağını əmniyyətə tutar. Hər canlı. Qərizə halətində sən qoyaq. Heyvanların hər hansına baxsaq, qərizə halətində özündən difə eləmək, özünün canını mühafizət eləmək, yaşatmaq üçün aktiv olaq. Həmişə. Yaşamaq haqqıdır. Mülkiyyət haqqıdır. Mülkiyyət haqqı gələndə burada canlıların içində insan fərqlidir. Çünki insan dünyanı görür və qadirdir dəyişdirə. Heyvan dünyanı görür, özünü də görür, amma qadir deyil dəyişdirə. Bu əsas insanla heyvanın fərqi burada ortaya çıxır ki, heyvan eləyə bilməz bunu dəyişdirə. Amma insan onu ki görür, onu dəyişdirmək qabiliyyəti vardır. O mülkiyyət haqqıdır. Mülkiyyət haqqı burada gələndə nədir? Bir dəqiqə mən qutarım. Eleştiriye geçmelisiniz. Yani benim sözlerim yox, elə dəqiqən indi buradan sizinkinə qayıdıyam elə. Elə dəqiqən sizin sözlərinizə qayıdıyam elə buradan. Mülkiyyət haqqı deyəndə tək torpaq deyil. Əsas insanın özündən başlayır. Əllərimizdir,
qollarımızdır, məğzimizdir, vücudumuzdur. Bu bizim malikiyyətimizdir. Bu mənim şəxsi, mənim malikiyyətimdir. Bundan eləyə bilən, bizə tolid eləyən, bundan eləyə bilən vəzişkə olan milyardlar pul qazanam, əlimlə, ayağımla, bundan eləyə bilən bizə iktişaf eləyəm, həynə yaraldım qoyam ortaya. Və bu mənim kimliyimdir. Və bu mənim kimliyim, heyvanla mənim kimliyim burada fərqli bundan çıxır. Mən insan olaraq insan kimliyi vardır. İnsanlıq bir kimlikdir. Bunun üstündədir ki, malikiyyət şiklini tapır, yaşamaq haqqı şiklini tapır, azadlıq. Bu ikisinin hamısının içində vardı, hamısında var. Azadlıq, hər mənim əlim, qolum, məğzim, hamısı ki, heyniç mənim malımdılar, ki, azad olalar, elə bilərlər, özlərini gelişdirərlər. Məsələn, azad ki, əlim, məğzim azad olur ki, elə biləm, araşdıran, savadlanan. Ama siz burada çıkış edirsiniz. Oradaki görüşleri eleştirirsiniz. Ben indi sizinkiler. Ben bu sözü müqəddəmə başladım. Çünkü bu olmasa mən yani sözümün dayanağını gerek koyarım. Sizinkinde mesela bu, o sizin danışıqlarda mən bunu görürüm ki, siz insanı toplum içinde görürsünüz. Toplum əsas tutursunuz. Toplumu əsas tuttuğumuz zaman insanı o toplumdur ki, vəhşilikdən çıxaldıq. Bu toplumun bu sistemini tutanda buna görə deyəm, 2 dənə, 3 dənə baxış var da bir məsələyə. Bir toplumçuluqdur, bir millətçilik baxışıdır, bir də ki, insançılıqdır. Burada toplumu tutanda, toplumla gələndə yuxarıya, Əflatundan tutarsan, Ərəstudan tutarsan, gələsən, yetişərsən, sosializmin kökünə, gələrsən, yetişərsən, Bülüç şərqə. İşim yox, dağılıb, gedib. Amma məcbur olandan sonra bu özünlə, bu bir düşüncədir, bu dağılmaz heç vaxt. Ama eleştirinizi mən hala gözlüyorum. Eleştirim, elə möhtəniz az budur. Siz toplum içində bəqəsirsiniz insanı. Oldu da. Yani siz toplum əsas tutursunuz. Mən insan əsas tuturum. İnsan toplum içində yaşar, topluma bağlı deyil. Müstəqildir. Mən eşitdim sizin eleştirinizi. Gene de eşidəcəyəm. İndi geçen 10 dəqiqəni, 15 dəqiqəni. Bu təşkilat məsələsi deyil. Yani siz buyurdunuz ki, Haşim tərəfindən bunu danışırsınız. Doğrudur. Mən də öyle kabul edirəm. Tabii Güney Azərbaycan İstiqlal Partiyasının sözcüsü Sayın Salih Bəy Yıldırım'dır. Ve partiyanın siyasi görüşlerini veya değişik toplumsal görüşlerini ondan eşidersiniz. Ancak mən ki danışanda tabii ki partiyanın düşüncelerine, felsefesine, her şeye uyalı. Ancak en azından öz düşüncelerimi diyorum. Sizin buyurduğunuz doğrudur. Değişik yaklaşımlar var insan kimliğine. Biri egzistansiyalizm, siz onun Türkçesini dediniz. Çok güzel. Ben onu beğendim. Biri egzistansiyalizmdir. Biri humanizm dediniz. Bir de sosyalizm dediniz. Üçünü de dediniz. Üçünü de Türkçe dediniz. Çok sağ olun. Tabii ki biz en sonunun yönüyle bakırıq insana ve insanı toplumda tərif edirik. Onun kimliğini de, davranışını da, yaşamını da toplumda tərif olunmuş görürük. Bu mənim şəxsi qənaətimdir və mənim bilgilərim buna. Elbette. Ama bu bir eleştiri değil. Yok, bu bir eleştiri değil. Siz tərif elədiniz. Fərqli baxışlardır, fərqli düşüncədir. Mən düşüncəmi tərif elədiniz, adını qoydunuz. İnsanın kimliyini əl atanda insan haqlarıyla gəlirik, insan haqlarına dayanaraq, bugün insan haqlarına dayanaraq, dövlətin üstün hüququ tutaraq, üstün hüququ qoyuq insanın haqlarına ki, dövlətin vəzifəsi nə olacaq? Mən Haşimə mühafizə olacaqdır. 40 milyon dənə Haşim kimin adamlar bax. Bu 40 milyon dənə insanın bizi yalnız bıraktınız Haşim Bey'in önünde. Yok ben dedim 40 milyon dənə Haşim. 40 milyon dənə Haşim var mən dedim. Daha yarısı bir biz sizin düşüncelerinizle vakıfik. Siz de dediniz ki siz humanisti ve egzistansiyalisti bakırsınız meseleye. Biz insanı öyle yani individualist yani bireysel bakmırıq insana. Çünkü insanın bireyi yani o şəxsi hiçbir anlamı yoktur bize göre. O anlamı
Ama o kimliği ona veren birinci olarak o ailedir. O aile harda tərif olunur? Yani traditional ailəni arz edirik. O aile o məhəllədə tərif olunur. O məhəllə o şəhərdə tərif olunur və bunun adını biz sosietə qoyuruq və bu baxışa da təbii toplumculuk deyirik və siz çox gözəl onu dediniz. Çünki insanın tək özünə ki anadan doğulur, o şəxsi bir dənə bəbə, bunun kimliyi yoxdur. Ama orada mən onu anlatmışam, mən orada anlattıklarımı mən istəmirəm deyək. Çünki orada zaten anlatmışam. Çünki anlatmamış mıyım? Yok, düzdür. Çünki biz bu uşağın dərisinin rəngi, orada bunu anlatmışam o birinci bölümdə. Uşağın dərisinin rəngi, gözü, qaşı, burnu, hər necə görünüşü, bədəni, heykəli, qaddı və boyu, hamısı genetikdir. Bunların hamısı genetikdir. Ancaq, mesela orada misal gətirmişəm, Kenyadan bir dənə biz uşağı, Kenyadan gətirsək Finlandan və orada desək ki, sən Finland kimliyin var, o elə ona inanacaqdır, amma o olmayacaqdır. Onun ətrafındakiler de ona deyəcəklər ki, sən hər halükarda nə qədər də özünü Finlandlı hiss eləsən, Finiş deyilsən sən. Sən Fin millətindən deyilsən, əski Oral Altay Uğur millətindən deyilsən. Ama gene de her halükarda o uyum sağlayabilir. Görürsünüz orada konflikt var kimlikte. Ona göre deyirik ki, düzdür ki, genetik şeyler bunun gözü, qaşı, mesela indi Asya, insan coğrafisel ve sosyal bir varlıktır, toplumsal bir varlıktır. İnsan mücerreh bir varlık değil. Mütləq o coğrafiya bağlıdır. O coğrafiyada nə yiyilir? O coğrafyanın basın, hava basıncı nə qəddir, rütubəti nə qəddir. Siz Filipində okyanusun ətrafında bir uşağa bir dənə kağız verin, bir qələm. Deyin ki, təbiəti çək bizə. Bir şey çək bizə ətrafından. O dənizlə ilgili, nə bilim orada çəkdiyi o hasarla, nə bilim çəkiblər onun o çardan ilgi çəkəcək. Siz Azərbaycanda Gəncədə gəlin, deyin ki, sən də çək. O da dağ çəkəcək. İndiyəcən o uşaq şey görməmiş. Deyəlim ki, yəni televizyona filan buna ekspoz olmamış. Və bunun ev hətta perceptionu, algısı ondan farklıdır. Bir adam ki mesela indi Suriye'de böyümüş mesela geçen 10 ili, 10 yaşı var indi. Yani 10 yıl önce 2011'de doğulup böyüyübdü. İndi onun mesela 14, 13, 14 yaşı var. Onun beyindeki travma, onun o şəxsiyyəti orada öyle gəlişmiş. Biri de ki gene de Sued'de böyümüş geçen 13 yaşında. Bu iki tane aynı değil. Ne bunları şəkil vermiş? O coğrafi, o durum. Ancak birinci genetik, hemen hemen yarısı genetik, hemen hemen yarısı da mühittir. İnsanın benim sözümü kesebilirsiniz. Ben leksiyon vermiyorum. Yok. Bırak sözümü diyelim. Üz istəyirəm. Hər halda təkid edirəm ki, insana kimlik ver. Hatta adını ver. Mənim adım Oğuz, Haşimdir. Ona deyir ki, sən erkeksən. O uşaqlıqda ki, ona deyirlər, sən erkeksən, o deyir, mən erkek. Sən Azərbaycanlısan, deyir, Azərbaycanlıyım. Sən nə filansan, deyirəm, yəni o hər şey ki, ona biz kimlik, özdə çox da plastikdir. İngilizcədə plastik, yəni yumuşaqdır, hər zaman değişə bilər. Çünki birisi gəlir, mesela şeydə doğulmuş, ne bileyim İspanya'da doğulmuş, Meksika'da doğulmuş. Çok da iftixarla deyir ben Amerikalıyam. Amerika şəhərdə olur. Gedir Amerika yerdə ölür. Özünü identify edir, kimlikləşdirir Amerikalı ilə, Kanadalı ilə, hər nə ilə. Yəni kimlik değişə bilər. Biri Hristiyandır. Çünki kimliyin listəsi var da. Sənin bədənin görünüşü, sənin dinin, sənin nə bilim hansı ailədəsən, sənin dilin, sənin milliyyətin. Bunların hamısı luciddir və plastikdir, değişə bilər. Çox rahat biri dura bilər. Mən büyündən Hristiyan deyiləm, müsəlman oldum. Qutuldu getdi. Büyündən mənim adım Cəfər deyil, Əhbər oldum. Büyündən əslən kimlik böyle bir şeydir. Sosietədir ki, onu tayin edir. Buyurun. İnsan Üz istəyəm, bağışlam. Buyurun, xeyr, mən sizdən, hər ikisindən faydalanırım. Çox təşəkkür. Niye olmaz böyle? Ama sizin görüşünüz ne? Mən düzün sözü saat yarımda mənim live'ım başlayacaqdı. Az qalıydı, yəni yarım saatdan yarım saat. Sizdən dinləyəm. Bilirsiniz, məsələ nədir? Əslində əsas biz bunu tutmalıyıq. Biz yəni baxışımız budur. Zaten dünya, bütün dünya insanlara Rönesansa qədər hamısı, komplet insanlar hamısı bir dənə sistem
insan öz əlinlə yaradıb, onun içində yetişibdi. Heç kəs bu sistemi insana yaratmayıbdı. Nədir? İnsan öz gücünü, öz ağlının, yəni qadi deyil, gücü yoxdur heyvandan danışaq, o ən güclünü özünə seçib və ən ağıllı insanı qoyub öz başı üstünə və bu bunun hakimi olubdur. Budur ki, zaman içində qiyafə əvəz edibdir. Budur ki, insanların torpaqlarına sahib çıxıb, olub Bərdədə, insanların torpaqlarına sahib çıxıb, olub imperator, insanların torpaqlarına sahib çıxıb, olub Səymayda. Budur ki, Renesansacan hakimiyyətin gətirir, din adında, din adı altında, bulan hamısının adını gətirir. Renesansdan beləyə bir məsələ əvəz olur. İnsan birinci dəfə azad olur. İnsan nə demək azad olur? Diqqət edəcək buna. Bir uşaq dünyaya gəlmədən öncə ana onunla danışır. Ana onunla ilişki qurur. Ana onun hoviyyətini yaraldır. İndi hoviyyət, genetiki bizzətdə genetik əlbəttə. Amma zat deyil bu hoviyyət. Aynı cümlede deyirsiniz genetiki değil, sonra deyirsiniz genetik elbette. Genetik farklı bir şeydir. Şimdi mesela ben Sizin kimliğinizi sizin genetik belli Bir dakika icazə verin. Ben. Mesela siz de, ben de DNA testimizi çıxaldıq, qoyaq ortaya. Baxaq yox, biz neçə dərsədimiz, mesela yahut da neçə dərsədimiz, Türk de neçə dərsədimiz, mesela Avrupa, Hindupadır mesela. Bu həqiqətdir da, bunu ki dananmaq da. Bu indi həmin Kanadada açıq siz verin, cavabınızı alın. Bizimki eləyiblər açıqcası və gəlib də əlimizə ki, nə cürdür. Məsələ buradadır. İnsan dünyaya gələndə canlaşdı, bir dənə məğzi boş, bir dənə ağ kağızdır. Siz bizim sözlerimizi deyirsiniz. Ağ kağızı doldurmaq insan özü doldurur. Toplum yoksa onu sayta. doldurmur. Onun çevresi onu doldurur. Yox, biz ona inanmırıq. Ağ kağız deyəndə o kağız özü kağızdır. Orada bir şey var ki yazılır. Baxın bir dəqiqə. Ama ona deyirik genetik. Ona deyirik Baxın. şey, olan environment. Toplum, Sonra bir şey yazılır. Baxın bir dəqiqə. Biz bir dənə ailə, xanvadədə uşaq dünyaya gəlir. Düzdür. Ağ değil. O nədir? O kağız Xanvadə. çok şeyler yazılır. O kağızda Dəqiqə, o coğrafyanın ben cəbri yazılır. Onun Bir dənə atası, uşaq, ekonomik durum yazılır. Her şey yazılır onun kimliğinde. bir dənə uşaq dünyaya gələndə bir dənə xanvadədə iki dənə insanın uşağıdır da gəlir səhnəyə. Düzdür? Bu hər nəsin olanla başladı oldular. İnsan yetişdikcə ictimaya giyir. İctimaya giyəndə əsas məsələ budur ki, bu öz hoviyyətinə sahib çıxaraq insan olaraq gedir mədrəsəyə, öyrəşir. Öyrəşəndə hər insan fərqli öyrəşir. Biri yaxşı öyrəşir, biri az öyrəşir. Biri çox zəif gedir qabağa, biri çox yaxşı gedir qabağa. Biri gedir ayrı bir iş götürür, biri gedir ayrı işi götürür. Hər insanın özünə görə gəliri var. Hər insanın özünə görə xüsusi özəlliyi var. Özəl mülkiyyəti var hər insanın. Özəl mülkiyyətin əlindən alsan insan ölübdür. Həm onun işi ki, o düşüncə ki, siz ortaya qoyursunuz, əslində toplumundur. Torpaq toplumundur. Yox, torpaq toplumun deyil. Torpaq toplumun deyil. Torpaq, Güney Azərbaycan torpaqlar 40 milyon insanındır. Toplum olanda, fərqi hardadır? Toplum olanda, o toplum gəlir bir dənə ideoloji içində, gəlir bir dənə Şura Komitə Mərkəzi Hizbi Komünist adında, Hizbi Sosialist adında, o toplumun hamısının torpaqlarını malikiyyət, cəmiyyət, ictimai sahib çıxır. Malikiyyət, ictimai adına dövlət sahib çıxır torpaqlarına. Amma insan, insanlığını saxladığı zaman, özü öz torpağını saxladığı zaman 40 milyon deyirik. 40 milyon deyəndə bugün bizim Süngün dağımız var. Bugün bizim hər zadımız var. Sabah dövlətimizi yaratdıq. Onun pulu dövlətin, hökumətinin haqqı yoxdur bir qrampulun əldə. Niyə? Çünki dövlətin nəyə torpaq? Torpaq dövlətin deyil. Dövlət bir dənə qurumdur. İnsanlar yığışı yaraldır. Əgər o dövlət insanların istəyinə qulaq asmasa, o dövləti insanlar yıxar, dağıldar, təzəşdən birini düzəldir. Amma öz malikiyyətini saxlar, o işlər ki, əlindən gəlmir. Məsələn, şəhərsazlıq, məsələn, mədrəsə düzəltmək, məsələn, şəhərlər, ofisi şəhərləri, şəhəri kontrol eləmək.
onları verməyə dövlətinə. Deyir, sənin vəzifən budur ki, dövlət səni yaratdım ki, şəhərin içində nəzmi saxlayacaqsan. Sənin vəzifən budur ki, mənim malımın, mənim canımın, mənim yaşamımın mühafizət edəcəksən. Sənin həqqin yoxdur. Məni düşüncəmə görə tutub zindan edəcəksən. Ona görə bu ölkələrin heç birində siyasi zindanı yoxdur. Niyə bizimkində var? Çünki burada şəxsi ki, siyasi olur, əlin uzaldı o dövlətin malikiyyətinə. O zadı ki, dövlət qəsb edib. Siz bunu çox doğru deyirsiniz. Mən bunda sizlə əslən söhbətim 100% sizlə varam. Bu məsələdir ki, bu torpaqlar işğal olunmuş torpaqlardır. Kimin əlindən? Dövlətin əlindən. Hansı dövlətin əlindən? Çox tez kimlik məsələsini rəbt verirsiniz Azərbaycan məsələsi. Kimlik deyəndə, 40 milyon insan deyəndə, o zaman kimlik ortaya çıxır ki, insan azad olur axı. Rönesansdan belə insan azad olur. Rönesansdan sonra dədəylə nənənin mövqeyiyyəti Sicillidə bəlli olur, Şinasnamədə bəlli olur. Ondan öncə bunlar yox idi axı. Hamısı insanın o açılmağından, o Rönesansdan belə ki, deyir, insan açıldı. Məsələn, bunu düşünün. Siz məndən yaxşı bilirsiniz. 100% mən mütmənnəm. Sizin bu rabitədə məndən çox qəşəng bilirsiniz. Leonardo da Vinci'nin yaşamı. Leonardo da Vinci'nin dədəsi əşrafdır, nənəsi kasıbdır. Bunu kimlik vermirlər, beqolisiz. Niyə vermirlər? Deyirlər ki, bu uşaq kasıb uşağı, bu həlalzadədir, haramzadədir. O məqsəddə bu uşağı insan hesab eləmir. Toplum o uşağı insan hesab eləmir həmin Leonardo da Vinci. Həmin Leonardo da Vinci gəlir neyini? Dünyaya elə zətləri iktişaf edir qoyur qabağa. Bugünkü, indidir ki, bugündür əməl otaqlarında, qəlb cərrahlığında Leonardo da Vinci'nin yaratdığı, çəkdiyi qəlbin nəqşəsini, sistemini qoyub ona baxırlar əməl edirlər. İndi ki, indi. Çox təşəkkür. Əlbəttə, mən fikir edirəm bu məsələni biz daha geniş danışmalıyıq. Sonra fürsət olanda bizə görə insan sosietədə tərif olunur. Sosietənin və coğrafinin cəbrinin içində, qaçınılmaz cəbrin içində yaşayırıq. Maalesef hətta bəzən birinci nəsl bir yerdən daşınsa başqa yerə də, maalesef hətta özünü də oraya daşıyır. Məsələn, Türkiyəli işçi iki Türkiyədən ekonomik durumun qısıtlığına görə 50 il öncə durub Almaniyaya mühacirət etmiş və orada getoda yaşayırıq. Geto yəni qapalı uşaqlar, yoldaşlar üçün, yəni deyirlər bəs nə demək? O yəni bir belli məhəllədə, yəni ətini belli bir qəssabdan alır da, qəhvəxanada belli adamlarla oturur. Yəni 30 ildir Almaniyada yaşayırıq. 30 ildə bunun 2 dənə Alman, yəni orijinal Alman yoldaşı yoxdur. Çünki onlarla danışır Türkiyəlilərlə. Böyle bir get. Yəni özünü də durub gətirib oraya. Yəni o coğrafidən... Buyurun. Buyurun. Bağışla. Baxın, siz bu danışığınızda da... O cəbri özüylə daşıyıbdır. O cəbri ki, məsələn, Girasonda var idi, Girasonda, Türkiyənin Girasonunda. O cəbri də götürüb özünü gətirib oraya. Orada da uşağını bir Girasonlu kimi böyüdür. Demirəm yaxşıdır ya pisdir. İstəyirəm deyəm ki, orada öyle tərif olunur. Yəni orada bir balaca Girason yaradıb. Restorandakı yapır, restoranın adı da Girasondur. Elə ora kimin də yiyir, ədviyyələrini Türkiyədən gətirir hər vaxt gələndə. İstəyir o, istəyir, mən inanmıram böyle şeyler, amma o istəyir qızını da ərə verir, Türkiyədən elə Girasonun kəndindən gətirir. Yəni Girasonu beynində daşıyır. Amma ikinci nəsil, üçüncü nəsil oradakı coğrafinin cəbrinə girəcəklər. İnsan bir coğrafi cəbrin içində yaşayır. Bunu istəsək də böylədir maalesef, istəməsək də böylədir. Sizin görünüşünüz, danışığınız, imalarınız, dil işlədirsiniz, adınız, hər şey belli bir cəbri tabidir. Haşim Bilgin. Buyurun. Baxın mən, burada Almanlar... Sosiyetenin və coğrafi verdiği cəbridir. Siz Almanlar bir dənə misal buldunuz. Deyirsiniz, məsələn, Almanda gelib sən soğuşanda har alırsan, kimsən? Çönü deyil Almanam. Yox, bu cür deyil, qardaşım. Siz Almana gedib, bir dənə diskoya da mən getmişəm. Mənim bizə məsələmdə. Gelsən bir dənə şatlıq yerinə, bir dənə kafeyə, hər yer gelsən, otursan orada, danışırsan bir ikisindən. Danışandan sonra soğuşur, sənin adın nədir?
Elə məsələn sən ondan mütəqabil soruşsan, və Hacımcı. Deyir sənin adın nədir? Adın soruşsan. O da söylür adın ne? Ama o senden Elə soruşur adı ki, həmən sənin sosaytanın peşin ona hansı- verdiyi Bir cəbridir. dəqiqə. Adı hansıdır? Bir dəqiqə Adı icazə ver. Abdülalı deyil ki. O Hans o sosaytanın cəbridir ki, o sosayta vermiş ona. Adı hansı? Baxın, bir Adı dəqiqə icazə ver. Abdülkerim Yox, sosayta deyil. vermir. Bəli. Baxın, dövlətin Yox, sisteminə sosayta verib bağlı. onu. Bir dəqiqə icazə ver. Mən bəs bir söz deyim də. Baxın, mənim atam o zaman ki öz sicillisi məsələn zəngin kəşkül idi. Ondan zad idi. Ondan nəmlə İranatlanan ölkədə bunun gəlirlər Əşrəxanda məhəlləsində yığırlar cəmaat hamı səfər qəhvəxana qalanlar. Bir nəfər oturur da hər kəsin şöhrətini dənə əvəz edir. Orada da o sönücü sənin nəmlə sənə kəşkül yox. Bu sənə Fazilyan verir. Fazilyan sənə yaxşıdır. Məsələn deyir. Olub onun şöhrəti Fazilyan. Yaxşı, bunu kimdir? Sistem, dövlət sistemidir. Əgər sənin ölkənin dövlət sistemi model Fazilyan qoyub da, Suzuki qoymayıb ki. Çünki Fazilyan o bölgənin, o coğrafinin cəbridir. Yox, cəbri deyil. Cəbri Suzuki. deyil. Qardaş, cəbri nə? Cəbridir. Yox, cəbri deyil. Cəbridir. Axı niyə cəbri Elə olsun? Fazilyan İktisad- cəbridir da. Cəbridir qardaş. O Ay cəbri qardaş, ismi nədir? Duxanov O qoymayıb ki, Rusiya iktisadı olsaydı deyil. olacaqdı Duxanov. Baxın, Buna cəbri deyirlər də. Bu cəbrin mənası budur. qardaşım, Sosayta onu diktə eləyir ki, bunun adı olsun Fazilyan. o cür cəbri, o olur, amma cəbri təbii də var axı bir dənə. Təbii cəbridir o. O cəbri təbii fərq edir ki, o mənim başıma çomağı vura başıma, Yox, deyə sənin adın ya budur. olsun Zərrin, ya Fazilyan. İkisi də o toprağın cəbridir. Bax, Və o İnsan sosayta. hoviyyətsiz olamaz ki, insan adsız yaşayamaz ki. Sən hər Yox. kəs bugün hər hansı Türklər- ölkədə olursa, Türklər çıxsın 4-5 eşit. yaşınacan, Türklər 4-5 yaşınacan uşağa ad qoymazdılar. Onlarla işim yox. Mən buna indi ki biz Onlarla yox, bizlərlə. bir dəqiqə qulaq as da qardaş. Biz indi adi yaşayırıq. Siz Dünyada dediniz ki, yaşayırıq. adam adsız olmaz. Mən də dedim 5 Yox. yaşınacan Türklər. Mən beş, nə altı deyirəm? Mən yaşacan onu ad deməm ki, qoymazdılar. bəy. Mən onu deməm. Mən Mənim deyirəm ki, tarixim- biz istəyək Mənim görüş istəməyək. siyasəti, mənim ictimai Sən tarixim indi bugün Rönesansdan o başlamır sistemdə ki ki. yaşasan ha, sən Mən Avropa mərkəzli baxmıram ki məsələyə. Mən dünya orientalist baxıram. baxmıram. Mən mən Türk dünya baxışı ilə mərkəzli baxıram baxıram, dünyaya. bəy. Siz dünya Dünyada hər şey Rönesansdan başlayır. Mən də yox, mən Qardaş, bax buyur. mən deyirəm ki, Rönesansdan belə insana stilli verdilər. Yox ya, Müstəxəs ya. adı gətiriblər. heç elə deyil. O da sizin düşüncəniz. Mənim işim, Əlbəttə, mən sizi zor eləməm ki. mənim düşüncəm. Bizimki atalarımız müsəlman olub, çöndəriblər Həsən Hüseyn qoydular. Həsən Hüseyn qoydular. Bu cəhəbli deyil. İcazə Bu buyursa dini ben iktisadı ayaklarının bir şey. gelin ortaya. Buyurun, buyurun. Dostlar, eğer icazə buyursa Mən Haşim də Bey, bir deyəcəm, bağışla. Mən indi 5 Nə zaman dəqiqə sonra məcbur. nə qədər vaxtınız var? Mən indi 9 dəqiqə vaxtım var. Baxıram bura. Niyə qız Səfəli bəy? ben bir Ben dəqiqə istəyirəm. İçinizə də. Bəhsin bir dənə müşkülü var. Budur ki, noktayı sıfır ya merkezi konu ki neden müşkülünüz vardı, neyin üstüne danışacaksın belli değil. Kimlik. Yok belli olmur da mesela her şey katışır birbirine. Yok, Ben aslında ben- bilmedim ki mesela ne mənəni bəhs elirsin. Çünki o gərəkliyorsunuz ki, kim ama tayin irad bu değil, benim tənqidim buradadır. Əlif, B, Cim, Dal. Sonra da onların üstüne bəhs davam tapar. Çünki mənim də zehnimi toplaya bilər. İndi elə bir ki, 2 dənə zehni oturup danışır bir-birindən. Üçüncü zehni bilmir bunlar nədən danışırlar məsələn. Biz Bu- Əsl bir-birimizin ideoloji dilini də var bilirik. bəyin bu. Doğru. Ha, siz bilmək önəm daşımır. Gərək Hiç məsələn mən də o adamlar ki orada oturublar, əvvəl bilirlər ki, Oğuz bəylə Haşim bəyin ixtilafları hangi qonudadır, hangi qonunu bəhs edirlər. Qonular o qədər çatışdı bir-birinə ki, mən sən bilmədim məsələn, bilirəm ha nə olur, çünki mən də oxumuşam məqaləni. Amma mən özümü görməyəcəm ki, şeyi görəcəm. Dün o adamlar ki buradan sonra qulaq asacaqlar, onları da görəcək. Hər halda Onlar da o iki dənə şeyi oxuyarlar. da. Sağ olun Səfəli bəy. Haşim bəy buyurun. Sizin vaxtınız möhtənəmdir. Səvər, lütfən. Siz kimlik deyəndə, kimlik bir dənə vaqəən bir dənə bizzat ki, təbii, insanın təbii haqqıdır, təbii, təbiətlə insan özündən gətirir. Amma insanın bir dənə əsas məsələ budur ki, ideoloji, İnsanın təbii haqqı yoxdur. o sizin nəzərinizdir. O sizin nəzərinizdir.
Burada Ben da ben nəzərlərimi deyim, biz deyirəm. mesela ben O sizin liberalizme nəzərinizdir. inanıyorum. O sizin Mənim- nəzərinizdir demək onu rədd eləmir. Dəqiqə icazə ver. Mən modern dünya, modern dövlət, modern dünyanı Rönesansdan beləsindən nə qoyub ona inanıyorum. Bu modern dünya nəyə qoyub ortaya? Bunu qoyub ortaya ki insanlar bir felsefe içtimailer var, bir felsefe siyasiler var, bir de felsefe ideolojikler var. İndi biz əsas bunu indi yəni dünya bunun söhbətdə bu gün biz istəyirik felsefe siyasətdən danışaq. Məsələn deyirəm ha. Ara hizb hardan gəlibdi? Bunun bir tarixi var da, yalanış tarixi var ya yox. Məsələn deyirəm. Üstün hüquq gərək ola, Magna Carta hardan gəlib? Bunun bir felsefe tarixi var da, felsefe siyasi tarixi var ya yox. Əgər bunu biz əl atmasaq, bu ideolojilər, yəni ideolojilər savaşını biz götürməsək əlimizə, girməsək onun içinə, onda biz nəticə alamayıq debatlarımızdan, danışıqlarımızdan da. Burada sizin danışıqlarınız dəqiqən sol sistemi düşüncəsi üstündədir. Toplumçuluq. Sol deyəndə yəni məhkum Yox, xoşdur, pislər. Mən düşmən görmürəm ki bunu. Təbii olacaqdır. Məgər dünyada indi sosial demokratlar yox. Məgər Amerikada sosial demokratlar hakimiyyətdə deyil. Olmur məyər? İndi bu günlər sosial demokratlar olacaq, çox təbiidir. Amma bunun müqabilində də cümhurxahları, liberalları, azadixahları, o düşüncələr ki var, dünyada bu cürdir. Ona görə biz burada insanlarımız ki gəlib, bizim insanlarımız ki Güney Azərbaycandan qalxır, bunlar bu məsələdən xəbərsizdirlər. Biz bunu açıqlamalıyıq biz cəmaətimizə. Ki düşüncələr budur. Hansını istəyir seçsin, hansını istəyir götürsün, azaddır, gərək olar. Tamam, eşitdik sizi. İndi mən tamam onu gətirirəm İran zəmininə. İran zəmininə. İran işgal devleti, İran Fars Şia işgal devletinin siyasi menfaatlerine uyalıdır ki, individualizmi, bireyciliği, birey haklarını, şəxsi hakları, vətəndaşlıq haklarını, şəxsi hakları daha çox qabarda. Biri gələ deyək ki, mən körnəmi belə giyə bilmirəm, məndən qadın deyək ki, mən başımı aça bilmirəm, ya bunlara çalışa. Biz deyirik ki, toplumsal haklar. Çünki biz deyirik, sənin kimliyini toplumun kimliyi tayin edir. Sənin kimliyin toplum kimliyidir. Sən, yəni o toplum hakları, milli haktır ki sana hak verir. Sen milletin olmasa, sen bir get dağda dağın başında otur, böylesine orada yoga yapçına. Bakın, ama sen bu milletin içindedir ki tarif olunursun. Bir dəqiqə fəqət bu söz sizə bir söz. Buyurun. Siz bir dənə çoxumlu, bir ölkədə çoxumluluqda olursunuz, çoxumluqdasınız, Türk olaraq, Azərbaycan Türk olaraq çoxumluqdasınız. Onun içində azınlıq yaşır. O azınlığı insan olaraq, toplum olaraq var ya yox. Sən toplum olaraq üçün ondan güclüsən, o azınlığı əzib dağıldacaqsan. O sənin için götürər. Bu sözün nə dəxli var o bəhsə? Bu nə dəxli var o bəhsə? Elə dəqiqən rəbti buradadır. Bilsən niyə? O çoxumluq İran atılanan ölkədə Azərbaycan çoxumluqdadır. Mən deyirəm, amma bir dənə toplum haqlarını istəmək, milli haqları istəmək bir yerə götürəcək. Şəxsi haqları yox. Baxın, İran adı millət yoxdur. İran adda millət deyə yatırıb yaraldan da toplum. Türk burada azınlıqda olur. Yox, öyle deyil. Azınlıqda olur. Öyle deyil. Azınlıqda 60 milyonun 80 milyon azınlıqda olur. Dünən yazmışam. Oflan hamısını, Ərəb, Bəlus, bulan hamısını, Farsmas hamısını yığışdıysa, Türk azınlıqda olur. Onda ki, Türk başaya o çoxumluğa yox. İnsan elə bir zətdir ki, öz dinini, dilini, kültürünü, dilindən kültür bilsin nədir? Anadan almadır. Bunu əldən verməz işlər. Dinə əldən verər. Din iktisabi bir şeydir. Din rəbti yox desən bu məsələnizə. Dindən millət çıxmaz, siz İslam millətçisi deyirsiniz. Orada demişdiniz sözünüzdə, işlədibsiz. Məsələn, Məmaliki Məhrusiyə İran qardaş bizim ölkəmizin torpaq olmayıbdır. Tarix bu olmayıbdır. Niyə belə deyirsiniz? Niyə xilaf-ı vaqe deyirsiniz? Məmaliki Məhrusiyə İran bütün Qacar yazılarında, resmi yazılarında
yazılan hamısı İran dövləti Ruslar yazıblar. Tamamen olan hamısını Ruslar yazıbdır. Və o Oldu. yazılan hamısına hər yerdə İranın adını soxublar. İndi Əslən nə dəxli var bu məmali Çox şümətlisi mühüm. bizim bəhsimizə? Mən Çox deyirəm ki, mühümdür. insan Çün kimliyini niyə sosialite bilsin, təyin mən edir. deyim niyə? Çün bizim Azərbaycan torpaqlarımızın məhdudəsi o zamandan başlayacaq. O nöqtədən tutacaq. İran vücudu xarici yoxdur. İranın tarixdə vücudu Ha, xarici. biz elə İndi gözümüzü faşların yumaq deyək, özü İran deyil. yoxdur. Var ya, var. Yoxdur. İran var. O İran olsun millətinə İttihat tərif Cəmaət oldu. Şurəvi sosialist də var idi. Nə oldu? Oldu böyle acele ilə danışmaq oldu. Ha, Oldu. İttihat Cəmaət Şurəvi sosialist də var idi. Nə oldu? Heç nə. Qutuldu getdi. Oldu. İran da olacaq. İnşallah. Mən üz istəyirəm. Çox bağışlayın. Sağlıq, Çok sağ ol. səlamətlik sizə Haşim arzulayıram. Bey, Haşim Bey böyle olmaz. Mən xidmətinizdə varım. Bəli. Amma Yani məcbur böyle indi bu olmaz. dəqiqə 2 dəqiqəm vaxtım var. İcazənizlə. Buyurun, buyurun, buyurun. Çox sağ olun, təşəkkür Sağ ol. edirəm. Selam getirin, özünüze yaxşı Tamam. bakın. Ətmən gələn Çok də sağ olun, görüşürüz. gördük, sevindik. Sağ ol. Var Sağ olun, olasın. sağ olun. İnsaf abi, çox təşəkkür edirəm. Yaşayasın. Amma fikir eləmə ki, mən sənin zadda qoymuşam. Mən bayaq da dedim, mənim səhvəmə ciyiblər, hər nəmi bunu dağıtmışlar. Açıq. Tamam, tamam. Oldu, həlallik Allah'tan. Ben sözünüzü aldım. Əlbəttə, Sözünüzü aldım. Sağ olun. Sağ olun. yaşayasınız. Sağ olun, sağ olun. Özünüze yaxşı bakın Haşim Bey. Sağ ol. Görüşmək üzere. Qadağız olun, yaşa. Sağ ol. Var olun. Tamam. Yaxşısını seçdi. Sizə aman verilmədi. Siz Yox, mən orada yəni. Tamam istemirdim. Ben sizden istedim. Bakın görüm ki iki tane bilgin adam ne değiller. Yavaş yavaş buradan bir şeyler Bilgin öğrenelim. Haşim Bey'di, mən deyirəm. Sağ olasın. Sağ olasınız. İkiniz de benim için bilginsiniz. Əziz Səfəli bəy, Tamam. siz proqramı davam edin. Əzizlərin biri, orada hər kəsə bir daha gəndə salamlar, saygılar, sevgiler sunuruq. Orada yazmışlar, görüşlər filan. Yoldaşların biri yazmışlar ki, mən işarə elədim, türklərdə, əski türklərdə və türk millətlərində, doğrusu budur, uşaqlara ad 5, 6, bəzən 7, 8 yaşındacan qoyulmazdı. Onu demişlər, niyə? Çünki rəsm buydu. Uşaq böyüyərdi, çöldə, ovada və şəhərdə, kənddə baxardılar ki, bu uşaq nəyə qabildir? Əski Altay millətlərində də belədir, Ural millətlərində də. Hətta belə Amerikanın yerlilərində də belədir, Sibirin yerlilərində də belədir. Ki, uşaq məsələ daha yaxşı ox atandı, uşaq məsələ hər nə qabiliyyəti var, hər nə. Yəni bir şeylə ilgili uşağa ad qoyulardı. Ona adlar öyleydi. İlla da ki böyüklərinki, o tanınmışlarınki. Siz adlara baxasınız, məsələn, Sabuk Təkin. Mahmudun adı Sabuk Təkindir. Bu həmən Sabuk Təkin nə demək? Sabuk həmən çabuk sözüdür. Farslar Sabuk Təkin yazırlar ya. Çabuk, çab sözündən düzəlir. Çabuk, yəni çox hızlı, çox sərt və Təkin, yəni daha yiğit. Təkin indiki o Tekin ki bu onun tekindi o değil. Tekin yani yiğit, bütün, sağlam. Çabuk tekindir, sağlamdır, güçlüdür, hızlıdır. Ve Sultan Mahmud'un adı Sabuk Tekindir. Herhalde o uşağın adı sonra koymuşlar. O uşaqlıqdan mesela doğulanda demişler ki bunun adını koyduk Sabuk Tekin. Sonra bu dəblər gəlmiş, uşaq doğulmaq əmin odunla adını nə bilim nə qoydular. Herhalde onu mən istədim deyəm əzizlərə. Buyurun Səfəli bəy. Çok sağ olun. Bəhs gözəl bəhsidir bu. Hüviyyət bəhsi, kimlik bəhsi əslində. Çox gözəl bəhsidir. Hardan gəlir bir vaqiət. Mən hər tərəfə baxıram ki, cəbridir. İnsan cəbridə yaşır. Yəni doğulması cəbridir. Toplumu Sağ olun, bizim cəbridir. tərəfimizi tutursunuz Səfəli bəy. Yox, sizi ciddi bu cürdür. Yəni ayrı bir şey yoxdur. Yəni mən harda doğuram bunu seçilənmirəm. O genetiklə nə mənə gəlir, mənə onları da seçmək haqqım yoxdur. Toplumda da İnsan bir çarəsiz cəbrin içində. bu əcəb cəbridir. Yəni mən İranda cəbrində biz yaşayırıq. Hətta indi əgər məsələn sözün axırı getdi İrana, İran bir cəbridir. Cəbri tarixi. Yəni biz tarixin bir bölümündə yaşayırıq ki, bir dənə bir varlıq var, adı İrandır. Xoşumuz gələ gəlməyə. Orada da hüviyyəti bizə beynimizə soxublar. İrancılıq, farsçılıq, düşüncələri, şeiri farsi, zəbani farsi, bunlar hamısı deyil mi? Bunların hamısı biz oradan almışıq da, toplumdan almışıq. Yoxsa, məsələn, mən, nə bilim,
Bir yerde olaydım ki orada radyo, televizyon olmayaydı. İran dövləti olmayaydı. Heç mümkün deyəsən bilməyəydim. İran adında bir yer var. Necə ki, çox adam bilmirdi. Yəni, hətta bu faktlardan biri dünən İsracın videosunu yayıblar. Deyir ki, biz bir dənə Zəncanlı xanım var idi. Bizim evdə işləyirdi ya, gəlirdi, işləyirdi harda. Deyir, o hərdən bizdən soruşur, bu İran ki, deyirsə, bu nədir? İran Xümeyninin nəticəsinin adıdır. Uşaq doğulmuşdan qoymuşlar İran. Xəbəriniz var da. Bəli, bəli. Arz edeyim ki, yəni biz təbliğ İran adı etmirik. bizdə var. Kimlik siz İran İran Türkçe adı. yani. Bəli. Ondan geçək, istəsəniz, sonra bu xəbər şeyindən, mühitindən daha çox uzaqlaşdıqca daha düşüncəsəl yani bir şeydə, yani alanda danışarıq. Və onda da mən və siz ki, məndən daha çox vaqifsiniz bu məsələlərə, cəbr məsələsini və ixtiyar məsələsini ki, həmən Çox ciddi məsələdir. Çox ciddi məsələ. 200 il, 2300 illik bəhsidir. Yəni bu qurtulacaq bəhs deyil, öyle deyil ki. Haşim bəyin dediği kimi, o deyil, sənin düşüncən böylədir. Əlbəttə ki, mənim düşüncəm böylədir. Şimdi bəzilər deyirlər, bəs ki, öyle desən, yəni o tərəfi arkaya itələyirsən, öyle deyil. Ha, mənim düşüncəm böylədir. Biz bir türlü determinizmə, yəni həmən cəbrə, cəbr görürük. Öyle demirəm inan. Onu qoyaq sonra danışarıq. Tamam. İstəsəniz sizin buyurduğunuz Sən məsələlər Fidanın barəsində danışaq. Türkiyəyə getdiyimiz məsələyə dönsək. O barədə siz bir artırma istəyir misiniz? Siz buyurun. Geçən həftə Güney Azərbaycanı ilgiləndirən bir məsələdir. Ona görə bunu danışdıq. Çünki Güney Azərbaycanın durumu Doğu Türkistandakı Türklərin, Uyğurların və değişik bir müsəlmanların, Hui millətinin və başqa millətlərin durumundan biraz öncədir. Yəni düşünün ki, zaman məsələsidir. Yəni 20 il, 50 il sonra gedişat böyle getsə, Güney Azərbaycan qalxıb öz müqəddəratına sahib olmasa, Çin işğalı altında Doğu Türkistan durumu olacaqdır. Nedir? İndi hali-hazırda Doğu Türkistanda Çin'in 201 dənə yenidən mədəniləşdirmə kampları vardır. Bu kamplar satellitlarla da görünür. Google Map, yani Google xəritəsini hər kəs interneti var. İndi maşallah hamının əlində var. Ondan da görmək imkanı var. 201 dənə. Bu 2 il öncənin amarıdır. 201 dənə re-education, yəni yenidən eğitmə kampları vardır. 179'ları deyirəm ki, səbt olunsun Güney Azərbaycandan baxış proqramlarının tarixində. Öncədən də demişik. Dəfələrcə demişik, bir gün də deyirik. 179 tane də detention kampları var. Detention yəni zindan. Detention, to detain someone İngilizce'de. Yani birini tutuklamak, zindan. 179 tane də zindan var. Təqribən 2 milyondan biraz çox bunlarda segregated, ayrılmış insanlar yaşayır. Erkekler ayrıdır, kadınlar ayrıdır. Bunların uşaqları buralardan ayrı kalır. Ve 2014'te birinci olarak başlanmış detention campler. 2017'de bu seviyeye yetişmiş ve şimdi daha biraz artırılmış ondan. Yani 201 ve 179. Bu ailelerin uşaqları Çin'in değişik şehirlerine, illa da ki Shenzhen'a, Guangzhou bölgesine, Şanghay'a ve başka ekonomik merkezlerine götürülübdür. Orada fabrikalarda işlədilir ve orada evlendirilir. Eğer erkekti, kadın alır, kadındı, erkeğe gelir ve böyle o sosyal struktürü, o sosyal o sistem ki orada düzelmişti, oradan gelir. 1947'de Çin devleti oranı işgal etmiş. Doğu Türkistan'ı. 1947'de, 1950'lerde oranın %80'den yukarı Müslüman ve Türk idiler. Yani Uygur ve Hui ve değişik milletlerden. Hali hazırda %40'ın altındadılar. Buna etnik mühendislik değiller. Buna genocide, buna kronik genocide değiller. Durum budur. Durum budur. Ben
daha da duygulanıram. Çünki bu məsələ bilirəm ki, Azərbaycanda olacaq. Əgər Güney Azərbaycan qalxıb İran işğalçısını atmasa, çünki orada bu müvəffəq təcrübə olunmuş. Geçən dəfə də siz vaqifsiniz demişəm. Hətta Doğu Türkistandakı təcrübəni Tibbətdən bunlar öyrəndilər. Çinlilər. Çinlilər ondan öncə Tibbəti hardan öyrəndilər? Rusların axıskaları və değişik millətləri və Qırım millətini və başqa millətləri Sibiriyə, Orta Asiyaya, başqa yerlərə sürdürmələrindən öyrər. 150 ildir ki, Türk millətlərini böyle tedirgin edirlər, didirlər, dağıdırlar. En çok soykırım Türk milletine olmuş. Geçen 150 il, 200 ilde. Balkanlardan tuttu ta Sibirya kadar. 1950'lerde Sayın İnsaf Ali ve Hidayet. Her min adamdan 18 doğum var idi. Her il. Şimdi o emmiş 7'ye. Çin'in oranı 12'dir. Bütün Çin'in 1,5 milyar insanın ortalaması 12'dedir. Minden 12. Doğu Türkistan'ın Uygur milletininki 7'dedir. Yani indi hal-hazır. Bunu əlbəttə hər kəs bu bilgiyə şey edə bilər də, əli yetişə bilər. Bu değişik istatistiklər var, değişik bilgilər var, değişik şeylər var, indekslər var. Mən bunları istədim biləsiniz ki, doğum oranı aşağı gəlmiş, şiddətinə, yəni 18 hara, 7 hara. Ailələr dağılıb və Sayın Türkiyənin Dışişləri Bakanı, Xarici İşlər Naziri ki, Çin'e gitmiş, orada görüşmüş ve Doğu Türkistan'a da gitmiş, Kaşgar'a ve Urumçi'ye de, oradaki o bazı adamlarla, onlar hamısı skript olunmuşdular. Necə ki, siz Kuzey Kore'ye geçseniz indi, orada her şey skript, haraya gideceksiniz. Çok önceden bellidir ki, haraya gideceksiniz, kimlerle görüşeceksiniz, onlar necə hazırlanıbdı. Kuzey Kore böyledir, İran böyledir, Çin böyledir, Kuba böyledir. İnanmırsınız, hər kəs istəyir gəlsin, ən güvənli yeri Kubadır. Mən fikirləyirəm, adamı öldürməyələr, eləməyələr. Amma Çində, Kuzey Kore'də elərlər, İranda. Orada adam 5 dənə xəbərini qarda, kamera ilə gedə, görə devlətdən izin almaq çəkər 1 il. Ondan sonra o yeri hazırlayarlar ki, sən gedəsən, orada müsahibə eləyəsən, adamları hazırlayarlar, o da çəkir bir 5-6, ondan sonra deyərlər, hə, buyurun. Mesela CBC və ya NBC və ABC təşkil etsin, burada Kubada şey eləsin. Çində böylədir. Mən dəfələrcə Çində olmuşam. Mən hətta Hong Kongda olmuşam. Biz Hong Kongdan maşınla hətta Çinə geçəndə biz bu tərəfdə o qapının, sınırın bu tərəfində məsələn filan şeyə baxırıq. Məsələn internetdə filan şey çəkirik. Xəritəyə, ona buna istəyir, görəsən hara geysən. Elə o qapıdan geçdi qoyana hər şey qapalı. Çində normal bir şeyi açıb baxa bilməsin. Wikipedia açıb baxa, heç bir şey açıb baxa bilməsin. Çinin təyin elədiyi saytlar var. Ve özünün interneti var. Böyle bir xəfəqan bir yerde, eğer her kəs inansa ki, orada izin verirlər ki, açıqca danışırlar, qorxu kültürü ki, biz danışmışıq budur. Dünən məqaləsini bitirib koymuşam şeye, Facebook'a koydum hara. Qorxu kültürü ve istatistikin ilgisi. İstatistik yani saymlama, amarlama. Mesela siz gedib siz Kuzey Kore'de deyirsiniz ki, kim bu devletinin şeydir, müxalifdir, rəy alırsınız. Selamünaleyküm, rəysin. Kim rəy verəcək sizə? Hətta belə siz ona ındıman düşsəniz ki, mən deməyəcəyəm Kore devletinə. Olmaz. Siz Suudi Arabistan'da getmişsiniz. Suudi Arabistan'da deyirsiniz, selamünaleyküm, gəlmişik rəy alaq ki, kim dinsizdir, kim dini rədd edir əslən, yəni ateistdir. Heç kəsə də deməyəcək. Heç Arabistan məmuru da orada deyil. Amma çünki bu uşaqlıqdan, bu nütvəsi bağlanandan qorxu kültürünün içində böyümüş, o gene de sana itimat eləməyəcək. Çünki əlində sənin mikrofonu görəndə, kamerağı görəndə, səndən bir şey görəndə, o səni otorite zənn eləyir. Hər halükarda qorxu kültüründə o öyrənib ki, sənə etimat eləməsin, sayımlamağa etimat eləməsin, suallara cavab verməsin. Həmişə şeylə olsun, ortada bir cevaplar versin. Desen ne düşün Suudi Arabistan'da? Selamünaleyküm. Sen dine göre ne düşünürsen? Durup demeyecek ki ben ateistim, ben dinimini kabul eləmirəm. Ne Allah'ı ne Muhammed'i. Diyecek ki çok güzel inşallah. Elhamdülillah çok rahat yaşayırıq. Her şey çok güzeldi diyor.
məmləkətimiz də çox abaddır. İranda siz görürsünüz məsələn. Yəni böylədir. Buna deyirlər qorxu kültürü. Qorxu kültürünün mən barəsində dəfələrcə yazmışam və məndən də çox böyük ustadlar var ki, qorxu kültürü nədir? Onu iyi canlatmışlar ki, hətta bir on-demand, hətta anonimis ola. Anonimis yəni hətta kompüterdə deyəsən ki, oraya hän bas ya yox bas, ona da rəy verilir. Çünki o onun beynindədir. Zəncirlər onun beynindədir. Çində də belədir. Çində də amar ki, neçə milyon, orada Çin devləti İnsaf Əlibay deyir ki, 11 milyon Türk var. Üzr istəyirəm, Uyğur var orada. O amar ki, təxmin vurulur, təqribən 100 milyondur. Siz düşünün. 1,5 milyarın, 1,5 milyarın içində deyirsən 11 milyonsan. Çünki səni yox eləmişəm. Səni öncə kəsirəm. Böyle yavaş-yavaş doğruyuram, sonra sayacağım. Sonra sayacağım. Mən səni yox eləyəndən sonra sayacağım. İran devləti də belədir. Neçə dənə türk var, neçə dənə sünni var İranda, nə qədər bahayı var İranda. Heç bəlli deyil. Çünki amarın anlamı yoxdur. Ona görə Cənab Hakan Fidan çox sevdiyim başkanımız, üzr istəyirəm, bakanımız və orada mən onun o xəbər ki qoymuşdu şeydə, onun altında da ona yazdım. Bir dəfə Hakan Fidan'a yazdım ki, concentration campləri də orada yazılır tutuklam campləri. Türkçədə olur. Toplama. Toplama kamplərində ziyarət edəcək misiniz bakanım? Yazmışam. Hər kəs də görə bilər təbii onun eksində. Çox sağ olun. Biz görüşümüzü yenə də dedik bu barədə. Çok sağ olun, var olun. Ama o felsefe değil, nefs-i emr. Ne? Nefs-i emr. Yani işin özü güzel. İşin özü çok peyamlıdır. Yani, peyamlıdır. Mesajı var. O Uyğuristan'da yaşayan insanlar, Uyğurlar, Türkler orada yaşırlar. Bunu görəcəklər, bunu eşidəcəklər. Onların özlərinin bir televizyonlar var orada. Saylanın sistemindən geçir, amma senin sistemindən geçir, amma özləri bir dənə televizyon var orada. Uyğur dilində xəbər, bilmirəm, indi oranın özündə dəyişiklikdir, amma o Uyğurlara xəbər yayır. Elə o xəbəri desə ki, gəlmişdi bura, Fidan gəlmişdi bura, cənablar. Fidan cənabları gəldi bazara. Bunlar uşaqlarla görüşdü, bunların adlarını soruşdu, filan bəhman. Elə o kravatı görsəsə, o insanlar ki, düşüncə əhlidirlər, onları mesajı alacaqlar. Siz xoş görüşlü baxırsınız da, xoşbin. Mən xoş görüşlü baxıram. Biz siyasətdə daha pasimistik. Yox, mən məsələn deyirəm, bizim təcrübəmiz vardı da, bundan 2 dənə təcrübəmiz var İranda. Bir dəfə bu Sayın Erdoğan cənabları getmişdi Tehrana və qərar idi ki, gələ Təbrizə. Tehranda o qədər bundan istiqbal oldu ki, qoymadılar Təbrizə gələn. Sayın Gül gəlmişdi Təbrizə o zaman. Gəlmişdi. O gəldi, çox əcib. Gördülər də nə oldu? Elə ona görə ərz edirəm də. Yəni Erdoğan'ın indi siz baxın, görün ki, mesela bu xanım qız xəbərini qarşı Təbriz, Türkiyədən gelir Təbrizə fulana. Baxın ki, onu televizyonda insanlar görür, gəlirlər onu görməyə. Orada kontroldan çıxır. Amma Çində bətərdən kontrol altındadır və İran Çindən arxadadır 20-30 ildə türkləri yox etməkdə. Sizə soğuk mu dəymiş? Mənə bəht soğuk dəydi. Migrenim də tutubdu. Eynəkçi çıxartdım, gördüm gözlərimin isti çıxıb başıb yağış gəlsin dedim. Şifalar dilərim. Sağ olun, var. Buyurun. Ərz edeyim ki, mən o cürüsü baxıram, doğrusunu axtarsınız. Mən deyirəm ki, məsələn, Heydər Əliyev cənabları da gəlmişdi bir zaman. Xumeyni'nin adı Xumeyni'ni də gördü. Yox. Amma məsələn, biz gözlürdük gələ Təbrizə. Qoymadılar. O sistem bilir ki, bu adam bura getsə, bu məqam bura getsə, burada insanlarda değişiklik olacaqdır. Bir ruhiyyə yaranacaq. Rəşid Behbudovu tanıyırsınız, o xanəndə. Bəli. Rəşid Behbudovun konsertini belə Təbrizə qoymadılar. Eşitmişəm, yox, biz Təbrizdə yaşamışıq da, bunları Oğuz bəy. Onlar Tehranda. Biz nə duyguyla, yəni biz duyguyla, isteklərimizlə danışmırıq ki, biz çox belli qaydalarımız var danışıqda. Düşüncəyə. O da budur ki, hər türlü dokunuş, hər türlü rabitə, güclü ilə gücsüz arasında
normalda güçlünün nef'ine tamam olar. Bu O bizim cürdür. O cürdür. temel Yani, düşüncemiz. o cürdür. Türkiye ile Çin'in arasında her türlü rabita Çin'in nefine tamam. maalen Çin'in nefine tamam olar. Tabii ki. Ve bunu tersine kravatı göğü takmağın, gedib orada yaşlı adamla şov gösterməklə, skript olup Çin devletinin tənzimlədiyi hər şeyin oyununa girməklə biz bu şeyləri qəbul etmirik, biz bunları aldanmırıq. Biz deyirik ki, hətta bu 201 dənə kampın ve 179 tane zindanın üstünü örtmek içindir. Çünkü o zaman olar ki, Cenab Hakan Fidan, benim sevdiğim Dışişleri Bakanı, deyirdi ki, ben gelmişim, gedəcəyəm, şeylere bakacağım. Hatta UN'den ve uluslararası 20 tane de Avrupa'dan, o yandan bu yandan şey getireceğim. Tarafsız Burada məsələyə girirsiniz. Bu kampları görək. Çünkü siz deyirsiniz ki, kamplar yoktu. Ama Türkler, Müslümanlar deyir ki, bu kamplar var. Biz gedib görəcəyik onları. Buyurun. Sizin fərmayişiniz düz, amma gücümü, acaba Türkiye'nin gücü çatar. İndi gücdən danışırıq. Yani cənabımızda gücdən danışırıq. Buyurdunuz ki, güc harada zor olsa, o zayıf, onun nəfinə şey olacaqdır. Yani Türkiye'de o güc yoxdur. Tamam, onu kabul ediyorlar. Burada tamam. kalsın. Şimdi siz de görüşünüzü dediniz. dediniz. Kalır bura ki, biri de bunun əksi təbliğatda gedir da. Yani mesela Türkiye'de değil, Uygurlar tuturlar, təhvil verirler Çin'e. Yok, Türkiye vermiyor. İslam diyen təbliğat olur. Bunu, bakın o kravat, elə bilin ki, mesela Azerbaycan'da, mesela Güney Azerbaycan'a, idi gələk Güney Azerbaycan'a. İndi mesela Türkiye'de Reis Cumhur gedir, Reis Cumhur gedir Azerbaycan Cumhuriyyətinə, orada arazı oxur. İran burada deyil bir-birinə. İran burada deyil. Çin meselesi farklıdır. Çin kapalı sosyetədir. İran Çin'den farklıdır. İran 20 ila 30 il Çin'den geride Türkler yok eləməkdir. Bunlar deyirik da geçen. Tabii ki. Ama istedim ben size bunu arz edeyim ki, yani o İran o kadar gücü yoktu Çin kimin eliye. Elbette İran'ın da özüne göre gücü var. Yani bunu demeyək. Yani iki beraber torpağı çoxdur cəmiyyəti şeydi, teröristi bir məmləkətdir. Çin'de olan zulüm Doğu Türkistan'a, tabii ki, Uygurlara, Müslüman millete, Türk milletlerine dünyada yani ikincisi ile fakat Ruslardı yani. Dünyada Türkiye en çok zulmeleyen insan tarihinde Çin milleti ve Rus milletidir. Bu ikisi doğrudur. Çünkü komşu da olublar. Təəssüflə komşu olmuşlar. Tarihi bir mesele. O cəbr məsələsi oradan gəlir. Cəbr məsələsi də indi oradan gəlir. Hindularla komşu olduğumuz üçün bu başımıza da bu bəlalar gəlir. Buyurun. Amma istəyirəm bunu arz edeyim xidmət sizə ki, yəni məsələn İlham Əliyev cənabları orada deyir ki, Azərbaycanla 50 milyon, 10 milyonu şeydə Azərbaycanda. Bu istemez Güney Azerbaycan'a bir mesajdır, bir himayettir. Heydər Əliyev cənabları, İlham Əliyev cənabları dəfələrcə deyiblər ki, ve onun etraflardaki o prezident, ona göre biz deyirik, orada bizim devlettir, bizim topraktır. Orada da bizim toprağımızın bir parçasında Cumhuriyet var. Hatta İran'dan kiçikdi da, biliyorum, çok kiçikdi. Hem cəmiyyət olarak kiçik, 8 cəmiyyət. Ama mesaj meselesidir. Orada o gelir deyir ki, sembolik olarak deyir, bak ben sizin yanınızdayım. Mesaj alınır. Lazım deyil ki, hətmən gələ silahlı, gələ filan, gələ bəhman gələ. Yox, elə o hətta onun özünün istiqlalı, özünün dövləti, hətta o işğali torpaqları azad eləmək bizim ruhiyyəmizi dəyişdirdi. Əlbəttə, hər şey dəyişdi. Bütün bölgə dəyişmiş bak. Onun üçün mən sizə bu Hakan Fidan cənablarının Əslən bundan bir yana İlham Əliyev də dedi, amma yalnız indi hamı deyir Avropada. Savaş akademilərində Qarabağ savaşı danışılır. Savaşın metod tarixi dəyişəcək. Ki necə oldu 44 gündə Fransa arkasındaydı. Dünyada Hindistan silah gönderirdi. İran 30 ildir silah gönderirdi. 44 ildə cənab İlham Əliyev başkumandan rəhbərliyi ilə Azərbaycan əskərinin yiğitliyi ilə, Azərbaycan millətin supportu ilə 44 gündə UN'in o 4 tane beyaniyesi icra olundu
və məsələ təmiz olundu. Da öyle da İsrail'in Gazze'de yaptığı kimin olmadı ki, da üzünə gözünə bulaştırsın, 10 bin dənə uşaq ölsün. Da indi 7 aydır, 8 aydır. 18 min dənə uşaq. 18 min uşaq. 18 min uşaq. Yani İsrail'in ordusu bu savaşı başarmadı, üz gözüne bulaştırdı. Doğru. İşi yapabilmedi. Herhalde oraya gitmeyek. İndi siz buyurun ondan sonraki. İndi ondan sonra Azərbaycana keçdik da, istər-istəməz Azərbaycana keçdik. Azərbaycanda dövlətdə, Türk dövlətlərinin orada bir təşkilatı var. İndi o nə mənə təşkilatıdır? Parlamentların başkanları, məclislərin başkanları toplanıblar orada. Bu da çox böyük addımdır Oğuz bəy. Bizə də çox önəmlidir. Türk dünyasında hərdən belə bir toplanırlar. Məsələn, dil birliyi, kitab yazmaq, tarix, müzə, nə bilim, iqtisadi. Bunlar hərəsi bir yerdən bir hərəkətdir. Türk dünyasının istər-istəməz bir yerə gəlmək üçün. Parlamentların da başları, indi burada mən əksə baxıram, 8 dənə parlament başkanı oturub orada. Rəis Cumhurla. 7 dənə gəlir olsun. Ehtimalən 8 dənə bilmirəm. Bəlkə Qibresinki də gəlibdir. Yox, elə Qibresinə 7-dir. Qibresinə 7-dir. Tamam. Bunlar Qibresinə 8-dir, yox, 7-dir. Tamam. 7-dir. Bunlar oturublar burada. Məncə burada bir qanun sisteminə indi istirlər keçələr. Yəni, bir də qanunlar məmləkətlərdən öz haqlarına, yəni indiyəcə məsələn Azərbaycan Cumhuriyyətinin bir haqları var idi özünə, Türkiyənin biri də, Qırğızistanın, Türkmenistanın, bunların hərəsinin özünə görə bir qanunları var idi. İndi bu qanunların gərək birazı silinə, yerinə bir genel qanun qoyur Türk dünyası üçün, Türklər üçün. Mən fikir edirəm ki, inşallah yavaş-yavaş bu şey olacaq. İlham Əliyev cənabları burada bir gözəl cümlə yenə işlədiblər, bunun üstündə neçə dəfə deyirlər. Deyir, Türk dünyası bir böyük ailədir. Və bunun bir-birinə yaxınlaşması, Türklərin, Türk dövlətlərin beləsi oturumları inanır ki, böyük bir güc qalxacaqdır. Mən də buna inanıram, siz də buna inanırsınız ki, yavaş-yavaş. Buyurun. Vaktimiz tutarır. Yox, hələ biraz var. Umarım o gün gələr ki, yəni adlarını gətirin bir-bir. Türkiyə, Azərbaycan, Özbəkistan, Türkmenistan, Qırğızistan, Qazaxıstan və Quzey Qıbrıs Türk Cümhuriyyəti 7 dənə. Bu 7 məmləkət və bunun yanında Macaristan da çox yerlərdə qatılır bu Turan qruplarına. Zaten Turan qurultayı Macaristan'da olur çox zaman. Macarlar tarixi olaraq özlərini Türkik millətinə, Türk millətinə qardaş və Türkik bilirlər özlərini və düzü də odur, elmisi də odur. Necə ki, Fil milləti də öylədir və Estoniya milləti öylədir və Sibirdə 25 dənə başqa millətlər Türk millətləridir. Öyle demək olar ya hər halda. Umarım ki, bu məmləkətlər, hələ bu müstəqil olanlar, Azərbaycan, Türkmenistan, Özbekistan, Qırğızistan, Qazaxıstan, Kuzey Kıbrıs Türk Cumhuriyeti'ni resmi olarak tanısınlar. Bir devlet olarak. Yani birinci attığım odur. Ondan sonra mutlak ekonomi ilişkiler, nizami ilişkiler ve ekonomi ilişkilerde Made in Turan sözünü de etmen eşitipsiniz. Turan, Made in Turan. Bəli. Danışdıq burada bir həftədə. Çok azıcıqda inşallah necə ki, mesela var Made in EU, yani Avrupa'da yapılmış. O aynı şey var yani. Ekonomi çok önemlidir. Ekonominin yanında nizami şeyler. Tabii ki buna zaman çeker. Ancak ne kadar biraz da bana göre gecikmişler. Çünkü her zaman Türk ve Müslüman tarihte her zaman gecikmiş her şeye. 30 ildir 30 il gecikmişler. Bunu ilk illerde. Ancak niye gecikmişler? O da çok onların taksir değil. Rusya'nın o cebri tarihi, coğrafiyası orada vardır. Rusya buna izin vermiş. Rusya her zaman bunları öz o magnet kimi öz tərəflərindən çəkir, çünki daha güclüdürlər. Türkiyədə Mustafa Kemal vəfat edəndən bu yana, 1938-dən bu yana bətərdən Mustafa Kemal'sızlaşdırma və türksüzləşdirmə siyasətləri getdi. Ona görə Turan sözü,
Hətta bozqurt əlaməti çox yerlərdən götürüldü. Elə fəqət bozqurtların əlində, bəzi milliyyətçilərin əlində qaldı. Halbuki milli bir məsələ idi, fəqət milliyyətçilərin məsələsi deyildi. Hətta pulun üstündən götürüldü. Çox şeylər də var idi. Ancaq mesela Azərbaycanda gördünüz, Azərbaycan Cumhuriyyəti quruldu 1991-də. Çox da bətərdə məsələn milliyyətçi bir qruplar deyildi fəqət mesela. Ancaq gördünüz ki, mesela, hətta xəbər ajansı Turandır. Xəbər ajansının adı Turandır. Yəni milləti öz başına qoysan Türkdür və Turanlıdır. Və bu Turan ailəsidir. Bu böyük Türk ailəsidir. Və görürsünüz ki, dəfələrcə həm cənab Elçi bəy, həm cənab Heydər Əliyev, həm cənab İlham Əliyev hər zaman hər yerdə demişlər, dünyada 40 milyon Azərbaycanlının, indi 50 milyon və böyük Türk dünyasının biz bir parçasıyıq. Zaten özünün o kimliyini bəlli eləməlisən. Kimliyini də sosietədə bəlli eləsən. Kimliyini sosietədən gəlir. Bayaqçı bəhs. Sən kimliyin Azərbaycanlısan, vətən olaraq, Türksən, millət olaraq və ulusal olaraq və uluslararası arasında sən Turansın, sən Turan millətindənsən. Necə ki, mesela pan-Rusluq vardır, pan-Europiyanlıq var, pan-Amerikanlıq var, pan-İranlıq var və buna hamısının çox ilişkiləri olması, çox sahələrdə ilişkiləri olması bir türlü pan-Türkizmə və pan-Turanizmə tərəf götürə bilər ki, bu da daha çox o bölgədə rifahı, ekonomini gəlişdirər. Əslən çox da siyasi, çox da təhlükəli bir şey deyil. Necə ki, Avropa Birliyi var, Türk Birliyi də olar. Heç kəsə də zərər olmaz. Məncə sülhə bir yaxşı olar. Yəni dəngə saxlar. İndi fərz buyurun bu güc dəngələri olmadığı üçün Orta Asiya çox çətin gündə. Yəni biz bu xavərmin Orta Doğu çox bir hit vəziyyətdədir. Əgər o güc də çıxsa meydana ehtimalən eləyə bilər bu xavərmiyanı qoruya, yəni himayəsinə ala, kölgəsinə ala, sülh yaradı o bölgədə. Yəni keçən 50 ildə, 60 ildə baxın da Türk əskəri, Türk milləti, Somalidə, Afrikada, dünyada belə dünyanın ucqar yerində inanın. Ac var, nə bileyim suyu olmayan var. Orada quyu qazmaq, ona yemək yetirmək, dünyada ən çox iyilik yapan, yaxçılıq eləyən, nə bileyim nə deyirlər, xeyrat edən Türkiyə olubdur. Azərbaycanda keçən 30 ildə siz yəni bunların listəsi var. Neçə milyar dolar haralara gedib. O elə ki də Türkiyə milləti bəzən üsyan edir. Niyə məsələn sən filan məmləkətdə aparırsan məsələn neçə milyon dolar quyu qazmağa, ora millətin suyunu. Çünki bu zaten Türkün ədalət pərvərliyini və əski Osmanlının ruhiyyəsindəndir ki, hər yerə refah dağıdacaqsan, xoşbəxtlik dağıdacaqsan, rahatlıq dağıdacaqsan ki, şər gəlməsin, xeyr olsun. Doğru. Mən də o cür baxıram. Çox sağ olun, təşəkkür edirəm. Bir də mövzumuz, son mövzudur, əgər səhv edəmirsəm. Əgər sizin bir başqa mövzu olsa, buyursanız, mənim yadıma salsaz. Bu, Sukar neft şirkətinə Türkiyədə həmlə olubdur. Bu da bizə çox önəmlidir. Bunun da arasında düşüncə var. Yəni, orada bir şirkət deyək, burada Oğuz bəy, İnsaf Əlidə gəlib bir dənə şirkətin mənafeyinə himayət eləmir. Amma bunun arxasında olan düşüncə mühümüdür. Niyə məsələn dünyada bir belə neft şirkətlər var, bir belə nizami ordusal şirkətlər var, bir belə teknolojiyi öldürən şirkətlər var. Onları ötürüblər, amma məsələn ki, Azərbaycan-Türkiyə əlaqələrində bir şey tapaq ki, burada bir problem çıxmış dövlətin arasında. Bu iki milləti əslində. Yəni, dövlətlər ki, savaşıb o şirkətə getməyiblər ki. İstəyirlər Türkiyəliləri Azərbaycanlıların qarşısında bu iki millət, bir millət, iki dövlətin o bir millətliğini ayıralar. Məncə, burası təhlükəlidir. Siz bunu necə görürsünüz? Tam öyle, tam öyle. SOKAR, Azerbaycan yani neft ve enerji yani petroşimi biz diyerek de o şirketidir. Orada Amerikan var, Türkiye var, Rusya var, hamı var orada. Yani böyle bir uluslararası şirkettir. Onun dafısı var, Türkiye'de dafısı var, her yerde dafısı var. Ama təqribən 25 dənə İrandan məvacib alan, İrandan pul alan adam gəlmiş 5-6 nəfəri təhrik etmiş ki, ne bileyim Azərbaycan İsrailin neftini təmin eləyir. Öyle değil.
Orada bir konsorsiyum var. Bu nefler, bu enerji gelir oraya satılır. O şirketler. Azərbaycanın dəxli yoxdur bunun. Və bəzi şirkətlər gəlir alır. Bazar kimidir. Konsorsiyum ona göre bunu olabilir %20'sini bu alır. Mesela gelen 6 ayda %30'unu alır. Sonra azaldır. Yani o bazara gelir. Oğuz Bey, bunu ben biraz yani gördüm. Onu neftodur satılır yoksa bu tür satılır ki mesela internet üzere ya bursu var özünün, ben bildiğim bursu var. Bazara Siz gelir. bursuda gedirsiniz onu, burs alır. Yani bursuda adamlar gelirler 6 ay bundan qabaq Tam o. Günde 10 milyon boşka. 50 milyon, 100 milyon belki 6 ay bundan sonranı alır, 6 ay bundan sonranı nəfsini alır. Biri bundan sonra Azərbaycan sokar fakat o değil, Türkmenistan'dan yalnız Azerbaycan değil. Bütün Türkmenistan'dan o taraftan doğudan gelir, Xəzərdən gelir, Türkiye'nin özünkünden borular hamısı, bura hamısı böyük bir şirkətdir. Hem Ceyhun'dan da geçir, yani yukarı Tanap da var ki Tanap şimdi çok faal değil. Yani bunun özünün elmi var ki görərsiniz bu borular hardan geçir, bu traklar hardan gelir, bu enerji ne cür olur. Ve bu bazara o olur sonunda bazar. Yani yani devlet yoktu, devletin vəkilləri oradadır. O öbürü devletlərin də vəkilləri orada. Deyirlər ki, mesela gələn 6 ayda mesela neçə milyon boşqa geçsin bu yana. O şirkət alır, o şirkət də aparır verir, ne bilim, Belçikə. O biri də aparır verir Fransaya. O biri də yok, bunlar qalsın Türkiye'de, Türkiye'nin zəxirəsi azalmış qalsın. Böyle bir şeydir. Bazen o Azərbaycan devletin xəbəri olmur ki, mesela ne olur. İstəsə xəbəri olar ha. Ama bazara verir. Bursuda mesela neylersin gelsin dedim ben seni satmıram. Sen apararsan mümkündür satasan İsrail'e. Meyve bazarını görürsünüz da. Kəndlər, hamıcələr, meyvələr, bütün her yerden gələr oraya. Ve bu tükan sahipləri hamı da gələr oradan alır. İndi geçə tükanlar. Mesela bazı adamın da 20 tane tükanı var. Gəlir mesela bazarın yarısını alır. Gələn ayda almır. Adına ömrdə furuş deyirlər daha İranda buna da. Sokar öyle bir şeydir. Sokar özde üzbüdü başka yerlerinden ki o da ona satır, o da ona satır. Bu böyle bir vaziyet. Ancak bu önemli değildi. Bunu heç kəs bu kadar istəmir dərinliyinə gedə. El istəyirlər deyirlər ki, Azərbaycan İsrail'e satır, o neft satır. Ona göre İsrail bu neft olur o tancılarda ona göre onlar da gedirlər Müslüman öldü. Öyle değil. Öyle değil. Mesela burada Oğuz Bey mətrəhdir da. Bir bu ki İsrail ilə Azərbaycanın ilgisinə İran gözündən baxmayacaq. Görsən. Yəni fərqlidir. Burada bir İsrail... Biz Güney Azərbaycandan baxırıq ya. Tamam. Herhalde orada yani biz de meselenin özünü arz ederik hükümet yüzü. Özün yani lafı əslin. Əsli budur ki, İran devletinin orada məvacib alanları, hüquq alanları, hamısı da bəllidir. 15 nəfəri yaxalanıbdır. Mənə görə bu iki gün öncənin bilgisidir. Mənə görə Türkiyənin polisi hamısını yaxalayacaq. Hər yerdə kamera var, hər şey bəllidir. Heç nigaran olmayın. Biz Türkiye'nin adaletine, Türkiye devletinin polisine, adaletine inanırız. %100 bu iş olacak. Bunun böyle bırakılmaz. Görək ki, sen orada ne gelsen, yani sen get sat. Aslında sen gel al. Yani sen hansı devletten, sen gel al. Yani aynen bəzilər gedirlər nə bilim Starbucks qəhvə satırlar ya. Starbucks orada dağıdır. Bursa niye qəhvə satırsan burada? O da sen get ayrı qəhvə tükan açsın o tarafta. Səndən gəlsin qəhvəsini. Çünki Starbucks'ın sahibinin Yahudidir, İsraillidir, bilmirəm. Məsələdir ki, bunlar o qədər diktator beyinli, o qədər yani taxta beyinlidirlər ki, deyir, mesela biri bir kitap yazıbdır, biz gene onu öldürək. Mesela Salman Rushdini bilirsiniz. Biz de deyir ya Əziz Nəsini, ya aydın adamlar, gəlir öldürək Əhməd Kəsrəvini. Azərbaycanda getdilər öldülər, o neydi kitabı tərcümə eləmişdi, onu getdilər öldülər də. Azərbaycanda da öldürdülər də. O Ayətullahla kim ona əmir verdi. Şirazi. Tevfik. Bəli. Tevfik. Bıçaqladılar, öldürdülər. İki gün xəstəxanada qaldı. Ondan sonra, çünki kitap yazıbdır, bəs bunu öldürəcək. Biz de böyle bakmırıq dünyaya. Biz daha yumuşak bakırıq dünyaya. Gelip o kitap yazıbdır. Beğenmirsən bu kitabı. Sen de get bir dənə yaz. Bu burada bir şey deyir. Sen onu beğenmirsən. Senin düşüncelerine karşıdır. Sen de düşünceleri.
Eğer Sokar neft satır her kəsə, o müştərilərin biri də İsrail'dir. Sən alma. Veya sen de git başkasına sat. Starbucks kahve satır, sen istemsen onu alırsın. Sen de git ayrı kahve kanarçısına. Yani bunlar sivil bakışlardır meseleye. Ama vəhşi, berberlik, vəhşilik. Ben istemiyorum diye heyvan, çünkü heyvan bu işi görmez. Böyle berber kimi vəhşi gələsindən rənc tökülsün. Ya istəyəsən o Azərbaycanın vecihəsini Türkiyəlinin, normal Türkiyəlinin gözünün şey eləyəsən, aşağı gətirəsən. İki millətin arasını. Söz atasan, onu Türkiye 60 ildir, 70 ildir İsrail'in her şeyini təmin eləyir. Türkiye devleti. Alır dövlətdir da, iki Devleti dövlət də alır edir. Şirketler, Türkiye'de olan şirketler, İsrail'de olan şirketler Türkiye'nin diyeceğim ne kadar helikopterlerini, dronlarını şey eləyiblər, yardım ediblər. Amerika'da bu nedir? Türkiye'de ne kadar Rus şirketleri var. Ruslar şeyler, Türkiye'de. Türkiye Rusya'nın tumatesini de təmin eləyir. Böyledir. Dünya böyle. Dünya daha öyle değil ki yalnız. Çünkü sen görürsünüz İran'ı tahrim edirlər. İran tahrim olur ne olur? Gene de satır. Satır her şeyini satır. Türkiye'ye satır. Türkiye'de müşterisidir. Rusya'ya, Çin'e her yer. Yani dünya o kadar da öyle değil ki. Dünyanın taksiri orada Filistin'in orada ölür. İsrail orada cinayet eləyibdir. Bəs gəlin yani o çorluqdur. Barbarizm. İndi siz işarə buyurdunuz ki, bunlar İrandan pul alıblar ya İran tərəfdarlarıdırlar. İran məbacib becirləridirlər. Türkiye onların azı Türkiye vətəndaşıdır. Və İranlıdırlar. İranlı tutulanlar İranlı var içində və Suriyalı. Ha, bəli. Belli bir orada gruplar var. Orada medreselere gedirlər. Ondan sonra dini gruplar var Türkiye'de ki İran'dan pulları gəlir. O gruplar. Adları belli, grupları belli. Qoy polis və MİT öz işini görsün. Nədən istəyirlər Türkiyəliləri Azərbaycanın qabağında qoyarlar? Nədən bunu istəyirlər? Azerbaycan, İran'ı da bunlar mənə görə sualın cevabını bilirsiniz. İran mefkurəsinin en büyük problemi, değerli İran'ı dağıdacaq olan Azerbaycan mefkurəsidir. Yani İran söylemi, Azerbaycan söylemi. Azerbaycan söylemi yalnız Azerbaycan Cumhuriyeti'nin söylemi değil, Azerbaycan söylemidir. Çünkü Azerbaycan Cumhuriyeti ne kadar başarılı olsa, özgürlüğü olsa, toprak ərazisi, toprak bütünlüğü olsa ki oldu. Demokrasisi ne kadar çok olsa, ne kadar rifahda olsa, gelişse o kadar zarardır İran'a. Çünkü Güney Azerbaycan'ın diyecek mənim nəyim şeydir. Axba mənim nəyim ki, mənim başıma kül ələnibdir. Yok. Mən də hemen Azerbaycanlıyam. Ona göre Heydər Əliyevin çok güzel bir sözü var. O söz zaten olup da logo olup da. Mən fəxr edirəm ki, bir Azerbaycanlıyam. Yani Mustafa Kemal doğulanda, Mustafa Kemal əskər olanda Libidə, başlayın mən söz edirəm. Türkəm demək belə gül, yani öyle mərsum deyil Osmanlı'da. Yazılardan bilirik. O zamanın yazılarından bilirik, namələrindən bilirik. Məktublardan, devlet məktublarından, milletin məktublarından, her şeyden haberimiz var ki, ben Türkəm. Yok, əhli Müslüman əhli imanıq, Müslümanıq ve Osmanlı milletinden. Ama Mustafa Kemal'in beyninde bir düşünce var idi. O dedi, ne mutlu Türk'em diyene. O ki diyen ben Türk'em. Ve öyle bir idea yarandı. Ki diyen ben Türk'em. Çok güzel. Ve İndiyəcən de geldi. Ve ondan sonra da başladılar temizlemeye. İngilizce görürsen ki dönüp elhamdülillah ki ben Müslümanım. Tamam Müslümansan sen dininden her nədir. Mənə dəxli yok. Sen hansı duvara başı vurursan əslində mənə dəxli yok. Sen Türksən. Sen öz kimliği tayin. Azerbaycanlılık da İran'da ve bölgede Rus işgalının ucubatından, çünkü orada deyirdiler Müslümanlar yani koyun. Bunlar açık söyleyeyim. Çünkü bende şey yok, siyasette şey yok, utanmak yok. Orada Ruslar Müslümanlara koyun deyirlər, Rusça. Yani koyun milletidir. Azerbaycanlılar da ki hiç. Yani, eski, yani hesaba gelmez. Qafqazlarda Erməniləri bunlar şeyler. Geçen yüzyıllar zeriyirəm. Geçen yüzyılı, 150 ve Gürcülər. Ama Azerbaycanlılar değer vermezler.
Azərbaycanlı gərək Rusça danışa. Azərbaycanlı gərək özünü Rusça təqdim eləyə. Azərbaycanlı gərək Rusça giyin. Azərbaycanlının qadını gərək özünün saçlarını Rus qadınına bənzədə. Adını da Rus adları qoya. Helenadan, Melenadan. Həttəmən bilirsiniz ki, nədən danışıram. Çünki sizdə xəbəriniz var. Azərbaycanlı gərək Rus kimin düşünə, Rus kimin otura, Rus kimin məsələlər deyə, Rus kimin gülə, Rus yeməyi yə, Rus kimin davrana. Rus məsələlərini işlədə danışanda. Yoxsa mədəniyyəti yoxdur. Mədəniyyət yəni Rus kimin olmaq. Güney Azərbaycanda Fars kimin olasın. Necə oldu? Əsil Aryayı, Xamanişidən gəlmiş, Sasanilərdən gəlmiş, ədəb öyrənir, gərçək olsan, gərçək insan olsan, Fars olasın, üstün olasın. Necə oldu? Bərtərsən sən. Dilindəki şiirindir, zabanı Farsda şiirindir. Ona görə Türk istəyirsiniz, Türk eşəkdir. Türk heç bir şey anlamaz. Sadəlik, Türk şeylə həmin xəta elər. Filmlərdə də, yazılarda da o şeyin Arif Qəzvininin bir söz var. Zabanı Türk əzbərayi az qəfa keçidən az. Ya boynundan çəkəsən bunun dilini. Çare rişe-i enzaban zememləkət buridən az. Və bunu tək icazəsində deyir, əranisində deyir bütün bu türklər ki, güya türkmüşlər. Ona görə təhqir eləyəcəksən Azərbaycanlını. Sən onu təhqir eləyəcəksən, o dönsün sənə tərəf. Quzu dönür, qurda tərəf. Çünki qudrət mərkəzi oradadır. Mən İranlıyam, mən İranlıyam, mən Farsım. Yəni, babam da elə şey, mən Farsı danışıram, ləhcəmi də dəyişdirəcəyim, Farsı danışacağım. Heydər Əliyev gəldi, dedi ki, mən bir gün fəxr eləyirəm ki, Azərbaycanlıyam. Gətdi o iftixar eləməyi, onur durmayı, özüvə fəxr, mən Azərbaycanlıyam, mən Azərbaycanlıyam. Bunu, bu şəxsiyyəti, bu kimliyi, onu o rəhbərin ağzından, nə deyərlər, rəis cümhurun ağzından demək fərqlidir, bir normal. Ona görə onu demək, o deyək, mən fəxr eləyirəm. Azərbaycanlılıq oldu bir kimlik. Önceden mi var idi? Məhəmməd Əmin Rəsuladadan da, önceden də, 1000 il önceden də, 10 min il önceden. Amma onu fəxr eləmək, ona fəxr eləyirəm. Bu əhçih bir şey deyil. Bu Ruslaşmayacaqsan, Rusçu olma, yani Rusofil olmayacaqsan, Farsofil olmayacaqsan, Anglofil olmayacaqsan, Türkofil olacaqsan, Azərbaycanofil olacaqsan. O öylədir və Azərbaycan devlətinin və millətinin öz başını görsüz bıraxanda onun xəbər ajansı olur şey, Tura. Sizin normal millət uşaqlarının adı Türkiyədə 4-5 dənə ipini qırmış İran memurlarının, İrandan qidalanan adamın Soqara öyle vəhşicəsinə, bərbərcəsinə daş atması, şişələri qapını sındırması, tamam vəhşicəsinə və gözəlcə özlərini göstərdilər. Türkiyə milləti və devləti bu şeylərini sarsmaz. Hər millətin, hər məmləkətin özünə tərif elədiyi milli mənfəətlər var. İstədiyi məmləkətinə yaxınlaşar və heç nə siyasətdə nə əbədi dostluq var, nə əbədi düşmənlik vardır. Mənfəətlər var. Azərbaycan devlətinin tərif elədiyi mənfəətlər budur və dost hər nə eylər, xoş eylər. Biz öylə derik. Doğrudur. Doğrudur. Çox sağ olun. Mən fikirlərim ki, daha bir şey qalmadı məndə olanlarda. Sizdə bir şey var mıdır? Bəhs eləyək. Yox, təşəkkür. Çox sağ ol. Bir çox şey də bilmədik. Amma biraz danışdıq. Gözəldir. Yəni, gözəl bəhs getdi. Mən faydalandım. Çox sağ olun. Təşəkkür edirəm hər ikisizdən. Mən də Haşim bəylə, sizinlə. Çox sağ olun. Çox sağ olun. Hər kəsə əziz və hörmətli dostlar, çox sağ olun. Siz də buyurun. Buyurun. Əziz və hörmətli dostlar, çox sağ olun. Təşəkkür edirəm buradan bizi gördünüz. Sizin hamısı gələn həftə cuma axşamı saat Təbriz saatı ilə 9, axşam 9-da görmək ümidi ilə hələlik sağ qalın. Sağ olun.